başladıq mövzuya. Deməli, mövzumuz belə olur yoldaşlar. Bugünkü mövzu biz qeyd edəcəyik ki, Azərbaycan Respublikası İqtisadi Coğrafi rayonları və rayonlaşmanın ümumi səciyyəsidir. Birinci növbədə ümumiyyətlə İqtisadi Coğrafi rayonların bölgüsünə baxdıqda biz nəyə fikir verməliyik? Azərbaycan Respublikasının təbii ki, təbii şəraiti, yəni söhbət relyefi və iqlim şəraitindən gedir və təbii ehtiyatların rəngarəngliyi, yəni bu geoloji quruluşla bağlıdır. Bir də ərazinin quruluşunun, yəni düzənlik və dağlıq relyef quruluşunun müxtəlifliyi çoxsahəli təsərrüfata malik olmasına şərait yaradır. Azərbaycanda biz bilirik ki, çoxsahəli təsərrüfatın olması iqtisadi coğrafi rayonların xüsusiyyətlərinə görə bir-birindən fərqlənməsinə və regionlar arası fərqlərin yaranmasına səbəb olmuşdur. Regional xüsusiyyətlərin biz qeyd elədik ki, kifayət dərəcədə nəzərə alınmaması istehsalın ərazi təşkilinə, həm də əhalinin səmərəsiz miqrasiyasına, ekoloji vəziyyətində gərginləşməsinə səbəb olmuşdur. Məsələn, sənaye abşurunda sürətlə inkişaf elədiyi zaman, digər iqtisadi coğrafi rayonlarda zəif inkişaf etdikcə, yerlərdə olan işçi əmək ehtiyatı, təbii ki, işsiz qaldığı üçün məcburən yalancı xarakterli miqrasiyaya, yəni iri iqtisadi coğrafi rayon abşuruna, sənayecə güclü iqtisadi abşuruna axın edirdi. Və bu zaman bunu biz yalancı urbanizasiya adı da verə bilərdik. Və bunun da abşurun üçün bir sıra problemləri olurdu. Bu haqda biz əvvəlki mövzularda danışmışdıq ki, əhali sıxlığı artırdı, əlbəttə ki, nəqliyyat şəraiti pisləşirdi, ekoloji problemlər yaranırdı, sosial gərginlik yüksəlirdi. Bu problemin həllində rayonlaşdırılma belə deyim, kəsərli vasitələr rolunu oynayırdı. İqtisadi coğrafi rayonlar həmçinin təbii şəraitinə, ixtisaslaşma belə deyim, xüsusiyyətlərinə, təsərrüfatın kompleks inkişafına, coğrafi mövqeyinə görə digər ərazilərdən fərqlənən regionlar hesab olunurdu. Azərbaycanda müstəqillik illərində regionların iqtisadi inkişafına nail olmaqdan ötəri dövlət proqramları hazırlanır. Bu proqramların birincisi 2004-2008-ci illəri, ikincisi 2009-2013-cü illəri, üçüncüsü 2014-2018-ci illəri əhatə eləmişdir. Hər bir iqtisadi coğrafi rayon gördüyümüz kimi ayrı-ayrı təsərrüfatların müəyyən sahələr üzrə inkişaf etməsi və ixtisaslaşmasına, həmin ərazilər arasında məhsul mübadiləsinin baş verməsinə səbəb olur. Bu da coğrafi əmək bölgüsü və ya ərazi əmək bölgüsü hesab olunurdu. Ərazinin müəyyən məhsul istehsalı üzrə ixtisaslaşması 3 əsas şərtdən asılıdır. Bunlardan birincisi, ixtisaslaşmanı şərtləndirən amil. İstehsal olunan məhsulun hər bir iqtisadi coğrafi rayonun yerli tələbatını tam ödəsin və artıq istehsal olunsun. İkinci vacib məsələ, məhsulun bir vahidinin istehsalına çəkilən xərclər biz qeyd elədik ki, başqa yerlərə nisbətən az olsun, yəni maya dəyəri aşağı olsun, ucuz olsun. Davamlı şəkildə, üçüncüsü məsələ, davamlı şəkildə xam malla təminat olsun. Bu zaman sən həmin məhsul üzrə ixtisaslaşmış sayılacaqsan. İxtisaslaşma ərazidə müəyyən təsərrüfat sahələrinin formalaşmasına, həmçinin də əhaliyə xidmət edən, xidmət sektorunun müxtəlif sahələrinin yaranmasına səbəb olur. Və bunun nəticəsində əlbəttə ki, bir-birinə yaxın yerləşən, ha belə bir-biri ilə sıx bağlı olan müəssisələr və yaşayış məntəqələrində ərazi istehsal kompleksləri yaranır. Bunlara biz demişdik, ƏİK, ərazi istehsal kompleksi. Hansılardır Azərbaycanda olan ƏİKlər? Təsərrüfatın ƏİK formasında yerləşməsinin müsbət tərəfləri nədən ibarətdir? Əmək məhsuldarlığı artır, yəni çox məhsul istehsal olunur, vəsaitə xeyli qənaət etməyə imkan verir və istehsalın səmərəliliyini gücləndirir. Respublikamızda iqtisadi cəhətdən daha yaxşı inkişaf etmiş 3 iqtisadi coğrafi rayonda söhbət Abşeron, Aran və Gəncə-Qazaxdan gedir. Müvafiq olaraq 4 dənə ƏİK var idi. Bir-birinə yaxın yerləşmiş Abşeronda Bakı və Sumqayıt, Aranın şərqində Şirvan-Salyan. Yoldaşlar, bu ölkəmizin şərq hissəsində olan ƏİKlərdir. Qərbə tərəf getdikcə Aranın içində ikinci ƏİK, Yevlax-Mingəçevir, digəri isə Gəncə-Qazaxda yerləşən, müvafiq olaraq Gəncə-Daşkəsən ƏİK ərazi istehsal kompleksləri. Siz bilirsiniz ki, təsərrüfatın inkişafı və yerləşməsinə təsir göstərən əsas amillərdən biri də infrastrukturuydu. İnfrastruktur nədir? Tərif olaraq belədir. Həm əhaliyə, həm də istehsalın yerləşməsinə təsir edən amillərə
nə demişdik? İnfrastruktur demişdik. Yoldaşlar, məhsul istehsalından və əhalinin normal yaşamasında müəyyən rol oynayan iki sahəyə bölünür. Sosial infrastruktur, istehsal infrastrukturu. Məhsul istehsalı, istehsal infrastrukturu, əhaliyə xidmət, sosial infrastrukturdur. Sosial infrastruktura aiddir insanların yaşayış binaları, uşaqlarının təhsil alması üçün məktəblər, öz sağlamlıqları üçün səhiyyə obyektləri, yəni xəstəxanalar, sağlamlıqlarını qorumaq məqsədi idman kompleksləri, gündəlik tələbatlarını ödəmək üçün ticarət obyektləri, həmçinin sərnişin daşımasına xidmət edən belədin yollar, nəqliyyat vasitələri. İstehsal infrastrukturu nədir bəs? Əhalinin tələbatını ödəmək üçün müəyyən məhsul istehsal edən şəbəkə, zavod və fabriklər, xam malın daşınmasında iştirak edən dəmir yolu, avtomobil, boru kəmərləri və s. istehsal obyektləri daxil. Rayonlaşma ölkənin qarşısında qoyulan perspektiv siyasi və iqtisadi quruculuq vəzifələri ilə bağlı olaraq dəyişir. Yəni, Azərbaycan Respublikasında təbii şərait və məskunlaşma, təsərrüfatın xüsusiyyətləri nəzərə alınaraq 5 coğrafi rayon və 10 iqtisadi coğrafi rayon ayrılır. Coğrafi rayonlar hansılardır? Deməli, coğrafi rayonlar birincisi Böyük Qafqaz. Böyük Qafqaz coğrafi rayonunun tərkibinə Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan və Abşeron iqtisadi coğrafi rayonlara aiddir. İkincisi Kiçik Qafqaz. Baxın, Kiçik Qafqaz coğrafi rayonunun tərkibinə Gəncə Qazax, Yuxarı Qarabağ, Kəlbəcər Laçın iqtisadi coğrafi rayonlara aiddir. Üçüncüsü Kür-Araz. Tərkibinə yalnızca bir iqtisadi rayon, Mərkəzi Aran aiddir. Dördüncüsü Lənkəran-Astara coğrafi rayonu. Tərkibinə eyni adlı Lənkəran-Astara iqtisadi coğrafi rayonu aiddir. Beşincisi Naxçıvan iqtisadi coğrafi rayonu. Tərkibinə elə eyni adlı Naxçıvan iqtisadi rayonu aiddir. Yoldaşlar, bunlardan sahəsinə görə ən böyüyü hesab olunur. Aran 21,1 min kvadrat kilometr. İkinci yerdə gəlir yoldaşlar, təbii ki, Gəncə Qazax 12,5 belə deyim, 1000 kvadrat kilometr. Üçüncü yerdə gəlir Şəki-Zaqatala 8,8 min kvadrat kilometr. Dördüncü yerdə gəlir təbii ki, Yuxarı Qarabağ 7,24 kilometr. Beşinci yerdə gəlir Quba-Xaçmaz 7000 kvadrat kilometr. Yoldaşlar, altıncı yerdə gəlir Kəlbəcər Laçın 6,4 min kvadrat kilometr. Yeddinci yerdə gəlir Lənkəran-Astara 6,1 min kvadrat kilometr. 8-ci yerdə gəlir müvafiq olaraq verilənlər arasında deməli Abşeron, daha doğrusu Dağlıq Şirvan. Dağlıq Şirvan. 9-cu yerdə gəlir təbii ki, deməli Abşeron və 10-cu yerdə Naxçıvan iqtisadi coğrafi rayonları. Əhali sayı bunların içərisində ən çox olan təbii ki, Abşerondur. Onun ardınca biz qeyd edəcəyik, ikinci yerdə müvafiq olaraq Arandır. Üçüncü yerdə gələcək Gəncə Qazax. Dördüncü yerdə müvafiq olaraq gələcək Lənkəran-Astara. Beşinci yer hesab olunur Yuxarı Qarabağ. Altıncı yer Şəki-Zaqatala. Yeddinci yer Quba-Xaçmaz. 8-ci yer hesab olunur deməli Naxçıvan. 9-cu yer Dağlıq Şirvan. Və sonuncu 10-cu yerdə Kəlbəcər, Laçın iqtisadi coğrafi rayonu. Yoldaşlar, Azərbaycanda biz qeyd elədik ki, Böyük Qafqaz təbii coğrafi rayonu tərkibinə aid oldu. Böyük Qafqaz təbii vilayətinin tərkibinə Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan və Abşeron iqtisadi coğrafi rayonları. Bu iqtisadi coğrafi vilayət müvafiq olaraq deməli sahəsinə, əhalisinə və xüsusən də şəhər əhalisinin sayına və iqtisadi gücünə görə digər 4 coğrafi rayonunun arasında birinci yeri tutur. Relyefi dağlar, söhbət Baş Qafqaz dağlarından üstünlük təşkil etsə də, burada düzən bölgələrdə mövcuddur. Samurdəvəsi və Abşeron sahilləri kimi. Təbii ehtiyatlar baxımından Abşeronla Quba-Xaçmazda neft və qismən də qaz, Şəki-Zaqatalada polimetal, həmçinin bütün iqtisadi coğrafi rayonlarında tikinti materialları, Abşeronda Suraxanı və Şıx mineral bulaqları, Siyəzəndə Qalaltı, Qubada Xaltan Xaşı Cimi, Şəkidə Marxal, Qaxda İlisu, həmçinin İsfaildə Bədo
mineral bulaqları, Abşeronda palçıq vulkanlarının müalicə əhəmiyyətli palçıq vulkanları, agroiqlim ehtiyatları, düzən bölgələrdə suvarma, dağlıq bölgələrdə dəmiyə şəraitində, rekreasiya, turizm və sağlamlıq, Xəzər sahili bölgələrdə yay turizmi, qumlu çimərliklər, dağlıq dağətəyi bölgələrdə isə meşə ehtiyatları, turizm və rekreasiya ehtiyatlarını artırır. Əhalinin 80%-ni iqtisadi vilayətdə Azərbaycanlılar təşkil edirdi. Həmçinin burada çoxsaylı ruslar, yahudilər, söhbət Qubadan gedir, ləzgilər, avarlar, tatlar, saxurlar, udinlər, bundan əlavə, belə deyək, saxurlar, udinlər üstünlük təşkil edirdi. Yoldaşlar, Böyük Qafqaz təbii vilayətinin tərkibində birinci iqtisadi coğrafi rayonumuz hesab olunur Abşeron. Abşeron iqtisadi rayonunun ümumi sahəsi 5,9 min kvadrat kilometr, əhalisi isə əsasən 2.560.300.000 nəfərə qiymətləndirilir. Əsas etibarilə 2 dənə respublika tabiri şəhəri Bakı və Sumqayıt, inzibati rayon olaraq isə Abşeron və Xızı inzibati rayonlarından ibarətdir. Abşeron iqtisadi coğrafi rayonu respublikamızın ən yüksək inkişaf etmiş sənaye rayonu hesab olundu. Bura Bakı və Abşeron arxipelaqları da iqtisadi rayona daxil idi. Xəzər dənizi sahilində yerləşməsi iqtisadi coğrafi mövqeyini əlverişli eləmişdi. Respublikanın ən mühüm yolları Bakıdan başlayırdı. Xəzər dənizi ilə əhatə olunması dediyi ki, nəqliyyat və iqlim xüsusiyyətlərinə birbaşa təsir eləmişdi. İqlimi il boyu mülayim keçirdi. Paytaxt olaraq Bakının burada yerləşməsi iqtisadi və sosial inkişafa mühüm rol oynayırdı. Rayonun təbii şəraiti əsasən əlverişli idi, çünki düzənlik xarakterli idi. Relyefin təpəli və düzənlik, alçaq dağlıqdan ibarət olması təsərrüfatın inkişafına və şəhərsalmaya nəzərə çarpacaq dərəcədə mane olmurdu. İqlimi isə quru subtropik idi. Bu bölgələrdə mütləq il boyu suvarma aparılmalıydı və bu ərazilər il boyu tərəvətçiliyin inkişafına imkan verirdi. Yazıca gəlsə Bakının qəsəbələri, Hövsan, Türkan, Zirə kimi ərazilərdə parnik belə dediyimiz istixanalarda tərəvəz yetişdirilməsinə üstünlük verilirdi. Abşeronun yerli küləkləri, şimaldan bilirsiniz ki, şimal-şərqdən Xəzri, cənubdan isə, cənub-şərqdən isə Gilavar küləkləri yayda ərazini sərinləşdirirdi. Həm də havanı, Bakı və Sumqayıt şəhərlərini təmizləyirdi. Bilirik ki, lakin bəzən təsərrüfatda belə deyək də, ciddi ziyan vura bilirdi bu külək növləri. İqlimin quraqlığı, həmçinin də çay şəbəkəsinin zəif, bitki örtüyünün isə təbii ki, zəif inkişafına kasıb olmasına səbəb olmuşdur. Meşələr burada ancaq Xızıdadır. Xızı və Siyəzənin içində Altağac Milli Parkının bir hissəsi Abşeron iqtisadi rayonuna düşür. İqtisadi rayon çox zəngin təbii ehtiyatlara malik idi. Bunlardan birincisi neft, Xəzərin şelfi və Abşeron yarımadası. Bunlara quruda Balaxanı, Suraxanı, Bibeybət, Pirallahı, Qala, Suraxanı, belə deyim, Zığ, Lökbatan, Puta və s. Dənizdə Azəri günəş çıraqlı. Dəniz qaz yataqlarına Şahdəniz, quruda Gürcan, Zirə, Qaradağ, Qobustan. Tikinti materiallarından Mişar daşı, bura aid idi Qaradağ, Körgöz və belə deyim, ərazisi. Əhəng daşı, sement xammalı Qaradağda, kvars qumları Hacıvəlli və Hökməlidə və tikinti qumları hesab olunurdu Xəzər sahili qumlu çimərliklərdə. Mineral sulardan Suraxanı və Şıx. Agroiqlim ehtiyatı baxımından düzən bölgələrdə suvarma əkinçiliyi orta illik temperaturu müsbət 10 selsidən yuxarı idi və rekreasiya, xüsusən Abşeron yarımadasının şimal hissələri rekreasiya əhəmiyyətli hesab olunurdu. Yoldaşlar, Abşeron Respublikamızda yeganə iqtisadi rayondur ki, yerli su ehtiyatı demək olar ki, çatışmır. Su ehtiyatını təmin etmək üçün, suya tələbat ödəmək üçün Azərbaycana Şollar Bakı 3 dənə kəmər çəkilib. Bundan əlavə Kür çayından Kür-Bakı su kəmərləri çəkilmişdir. Sənaye müəssisələri və kənd təsərrüfatını su təchizatı ilə təmin etmək məqsədi ilə Ceyranbatan su anbarına Samur Abşeron kanalı vasitəsilə müvafiq olaraq su gətirilirdi. Müasir dövrdə Şabran rayonunda Taxtakörpü su anbarından da bura su kəməri çəkilmişdi. Yoldaşlar, Abşeron iqtisadi rayonunda quyu suyundan Bakı şəhərinin kəndlərində istifadə olunurdu. Həmçinin burada şirinləşdirilmiş dəniz suyundan Şüvalanda, şimal dresində istifadə olunurdu Dövlət Rayon Elektrik Stansiyasında. Hazırda ölkəmizə Qəbələdən Oğuza, oradan da Bakıya, Abşerona istiqamətlənmiş su kəməri istifadəyə verilmişdir. Respublika əhalisinin 28%, ümumi əhalinin 28%.
Şəhər əhalisinin isə yarıya qədər, yəni 47%-ə qədəri Abşeron rayonunun payına düşür. Əhalinin sıxlığı hər kvadrat kilometrdə 400 nəfərin üzərindədir. Və urbanizasiya səviyyəsi baxımından, şəhərləşmə baxımından və milli tərkibin müxtəlifliyi, işçi qüvvəsinin sayına görə rayon birinci yeri tuturdu. İqtisadi coğrafi rayonda 60-dan çox xalqın nümayəndəsi, onlara içərisində isə təbii ki, Azərbaycanlılar böyük üstünlük təşkil edir. Abşeron Respublikanın ən mühüm sənaye rayonudur. Yoldaşlar, Respublikada istehsal olunan sənaye məhsullarının 70%-dən çoxu Abşeronun payına düşür. Və bilirsiniz ki, rayonun iqtisadiyyatında əsas yeri neft və qaz çıxarma Xəzərin şelfindən. Neftin emalı, neftin kimyası və kimya sənayesi, həmçinin neft sənayesi inkişafı ilə bağlı olaraq maşın qayırmanın məhsul tələbatını ödəmək üçün qara və əlvan metallurgiya müəssisələri, energetika, elektrik enerjisi istehsalı şimal və Əhmədli dreslərində, əhalinin gündəlik tələbatını ödəmək üçün yüngül və yeyinti sənayesi, həmçinin şəhər ətrafı kənd təsərrüfatı, bu tərəvəzçilik, həmçinin heyvandarlıq, şəhər ətrafı südlük istiqamətli maldarlıqla məşğul olunur. Çox güclü tikinti kompleksini və nəqliyyat, belə deyim, nəqliyyat şəraiti var idi. Yoldaşlar, sənaye yerli neft qaza, tikinti materiallarına, kənd təsərrüfatı xam malına, həmçinin də gətirilmən metal, taxta, şalban, söhbət Rusiyadan gətirilən metal və taxta şalbandan gedir, əsaslanaraq inkişaf eləmişdir. 19-cu əsrin 70-ci illəri, yəni 1870-ci illərdən başlayaraq neft sənayesinin inkişafı digər sənaye sahələrinin inkişafına təkan vermişdir. Abşeron rayonunun payının Respublikada çıxarılan neftin və qazın 90%, elektrik enerjisi istehsalının isə 1/3 düşür. Yoldaşlar, burada İES-lər çoxdur, ona görə ki, neft və qaz var. SES-lər yoxdur, ona görə ki, bol sulu çayları mövcud deyil və çaylar yayda quruyurdu. Neft və qaz əsasən bu zavodlarda. Yeni Bakı, Fəhlə prospektində yerləşən Azər Neft Yağ və Bakı neft ayırma zavodlarında, həmçinin qaz isə Azərbaycan qaz emalı zavodunda emal olunurdu. Respublika maşın qayırma müəssisələrinin 3/2 hissəsi, yəni yarıdan çoxu maşın qayırmanın aparıcı sahələri, yoldaşlar, neft maşın qayırması, bunun əsas zavodları Səttarxan adına zavod, Keşlə maşın qayırma zavodu, Heydər Əliyev adına Bakı Dərin Dəniz Özürləri zavodu və Binəqədi Gil Torpaq Birliyi hesab olunur. Ölkəmizdə radioelektronikada inkişaf eləmişdi. Abşeronda. Hansılardır? Kondisioner və soyuducu zavodları, Sumqayıt şəhərində yerləşən kompressor zavodu və elektrotermik avadanlığı müəssisələri. İxtisaslaşmış sahələr, kimya sənayesi, bunlara məsələn əczaçılıq, yəni əsas kimya, üzvi sintez kimyası, polimerlər kimyası bu bölgədə, həmçinin metallurgiya, yoldaşlar, xam mala yox, əsasən tullantı metalları əsasında fəaliyyət göstərirdi. Ən iri müəssisəsi Bakı Steel Company nəzdində idi. Tikinti materialları Bakı və Sumqayıtda həm şüşə istehsal zavodları, kvars qumları hesabına, Qaradağ sement zavodu, həmçinin biz deyə bilərik, Qaradağ, Güzdək, Körgözdə divardaşları söhbət gedir kubikdən. Həmçinin Sumqayıtda polimerlər, bir də yüngül və yeyinti sənaye sahələri də aid idi. Abşeron iqtisadi rayonunun kənd təsərrüfatının əsasını biz qeyd edəcək şəhər ətrafı təsərrüfat sahələri təşkil edirdi. Bura südlük, ətlik istiqamətli maldarlıq tez bir zamanda əhalini südlə təmin etsin deyə, broiler əhalinin tez bir zamanda ətə olan tələbatını ödəsin deyə, quşçuluq təsərrüfatı, həmçinin qoyunçuluqda xüsusən qala qoyunçuluğu, tərəvəzçilik, həmçinin üzümçülük və bostançılıq və bir də gülçülük fərqləndirilirdi. Xüsusən də qərənfil və qızılgül istehsalında fərqləndirilirdi. Abşeronda bilgəhdə zəfəran, zeytun, badam, əncir, bir də süfrə üzümlərindən ağ və qara şamya rast gəlirdi. Abşeron iqtisadi coğrafi rayonu inkişaf etmiş infrastruktura malik idi. Ona görə də rayonun əsas şəhərləri olan Bakı və Sumqayıtda əhali sayı həddən artıq çox idi. Həmçinin burada çoxsaylı elm və mədəniyyət mərkəzləri və bir də sənaye qovşaqları hesab olunurdu bu şəhərlər. Bakı şəhəri paytaxt funksiyası rolunu oynamaqla böyük siyasi təşkilat, həm də mühüm təsərrüfat və ticarət, mədəniyyət, belə deyim, əhəmiyyətinə malik hesab olunurdu. Respublikamızın dövlət idarələri, yəni müxtəlif nazirliklər, Milli Məclisin binası, əksəriyyəti buradaydı. Xarici səfirliklər, elmi tədqiqat institutları, ali məktəblər, böyük idman, belə deyim, mərkəzləri, səhiyyə müəssisələri, mədəni maarif müəssisələri, çoxlu muzeylər və kinoteatrlar burada cəmlənmişdir. Bakının əsas abidələrinə biz Qız Qalası, İçəri şəhər, Şirvanşahlar Sarayının adını çəkə bilərik.
Sumqayıt onun peyk şəhəri idi. Bilirsiniz, Abşeron aglomerasiyası daxilində. Bakıdan 35 kilometr aralıda yerləşirdi. Bu şəhərdə müvafiq olaraq biz qeyd elədik ki, Sumqayıt kimyaçılar, metallurqlar və energetiklar şəhəri hesab olunur. Kimya, metallurgiya və energetika inkişaf eləmişdir. Abşeron Respublikamızın ekoloji cəhətdən ən gərgin iqtisadi rayonu idi. Bunun səbəbi sənaye müəssisələrinin həddən artıq atmosferi çirkləndirməsi hesab olunurdu. Ona görə də ekologiyanı tənzimləməkdən ötəri biz tullantısız texnologiyaya və bir də təmizləyici qurğuları tətbiq etməyə məcbur idik. Abşeron yarımadasının şimal sahilləri görürsünüz. Baxın bu hissələr. İqtisadi rayonun mühüm sağlamlıq zonasıdır, kurort zonasıdır. Balneoloji resurslar əsasında Bilgəhdə, Buzovnada, Mərdəkan və Şuvalanda kurortlar, yəni sağlamlıq məqsədi üçün kurortlar fəaliyyət göstərir. Quba Xaçmaz iqtisadi coğrafi rayonumuz. Sahəsi 7000 kvadrat kilometr, əhali sayı 488,3 min nəfərə yaxın idi. Tərkibinə Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba inzibati rayonlara aid idi. Respublika tabiri şəhəri mövcud deyil. Respublikamızın şimal-şərqində Xəzər dənizi -27 metrdən Baş Qafqaz 4466 metrlik baş su ərazi silsilələri arasında yerləşir və əlverişli iqtisadi coğrafi mövqeyə malik idi. Çünki Rusiya ilə sərhəd keçid məntəqələri buradaydı. Xaçmazda Samur sərhəd keçid məntəqəsi. Relyef xüsusiyyəti düzənlik, dağ ətəyi, orta dağlıq və yüksək dağlıqdan ayrılırdı və iqlim şəraiti də bu zonalara müvafiq. Yarım səhra quru çöl, yağıntıları bərabər paylanan mülayim isti, deməli, yayı quraq keçən, qışı quraq keçən soyuq, zirvələrdə dağ tundra fərqləndirilirdi. Düzənlik və dağ ətəyində, Samur dəvə çolalığında, suvarma şəraitində tərəvəzçilik, xüsusən də biz buna deyəcəyik gec yetişən tərəvəzçilik, üzümçülük, taxılçılıq və meyvəçilik, söhbət tumlu meyvələrdən gedir, alma və armuddan, gilasdan. Dağlıq ərazilərdə isə heyvandarlıq, xüsusən də subalp alp çəmənliklərini, qoyunçuluq, dəmiyə şəraitində Qusar və Qubada təbii ki, üzümçülük və bir də kartofçuluqla məşğul olurdular. İqtisadi rayonun çayları əsasən Samur çay, Qusar çay, Qudiyal çay, Bəlvərə çay, Qaraçay, qar və buzlaqlarla qidalandığı üçün biz qeyd edəcəyik, ilin isti dövründə bol sulu olurdular və o çaylardan düzən bölgələrdə suvarmada istifadə olunur. Hətta buradan çəkilmiş kanallar Abşeronu su ilə təmin edir. Yoldaşlar, suvarma Abşeronun su təminatının yaxşılaşdırılması üçün biz dedik Şabrandan, Taxta körpüdən su anbarı tikildi və bu kanal vasitəsilə Ceyranbatana su ötürülürdü. Rayon ərazisinin 10-11%-ə qədəri orta dağlıq və dağətəyi bölgələrdə meşələrdir. O cümlədən də biz deyəcəyik ki, təsərrüfat əhəmiyyətli burada meşələrdə palıd, fıstıq, vələs meşələri geniş yayılmışdır. Dağ meşələri ilə yanaşı Xəzər sahili bölgələrdən, Xaçmaz rayonunda, şirin yeraltı suların səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq, baxın bu bölgədə düzən çəmən meşələrini rast gəlir. Bu, intrazonal landşaft adlanır. Təbii sərvətlərdən Siyəzəndə neft, bütün iqtisadi coğrafi rayonlarda çınqıl, qum, gil və mineral sular hansılardır? Qubada Xaltan xaşı cimi, Siyəzəndə qalaltı yerləşirdi. Orta dağlıq ərazilərdə, yəni 1000-2000 metr hündürlüklərdə istirahət və sağlamlıq məqsədi ilə turizmin inkişafına geniş imkanlar mövcud idi. Düzən bölgələrdə də Xaçmazda Nabran Yalama kurort zonası respublika əhəmiyyətli turizm bazası hesab olunurdu. Əhalinin sıxlığı 1 kvadrat kilometrdə 71 nəfərə qədər idi. Abşeronla müqayisədə az idi. Kənd əhalisi 68% idi. Belə çıxır ki, urbanizasiya səviyyəsi şəhər əhalisinin payı cəmi nə qədər oldu yoldaşlar? 32%. Abşeronla müqayisədə azdır. Əhalinin milli tərkibi burada müxtəlifdir. Türk mənşəli Azərbaycanlılar əhalinin 77,5%-ni, yerdə qalan 22,5%-ni isə digər xalqlara, ləzgilərə, ruslara, tatlara, yahudilərə rast gəlinirdi iqtisadi coğrafiyanın ərazisində. Regionun relyef və iqlim şəraiti asılı olaraq əhali əsasən Xəzər sahili düzən ərazilərdə daha sıx məskunlaşmışdır. İqtisadiyyatın əsas sahəsi iqtisadi coğrafiyanın üçün aqrar sənaye kompleksi, xüsusən də kənd təsərrüfatı hesab olunur. İxtisaslaşmış sahələri gec yetişən tərəvəzçilik, Samur dəvəçidə, tumlu meyvəçilik, yenə alma, armud, gilas, hər yerdə taxıl əkinləri əkilirdi. Həmçinin üzümçülük Şabran rayonunda suvarma xarakterli və Xaçmazda
kartof əkinləri dəmiyə şəraitində Qusarda əkilirdi. Düzən zonada, baxın bu istiqamətdə, südlük, ətlik maldarlıq, dağətəyi və dağlıq zonaların subalp artsa mənliklərində qoyunçuluq inkişaf eləmişdi. Siyəzən, Şabran və Xaçmazın Tarxı kəndlərində quşçuluq, broiler təsərrüfatı inkişaf etdirilmişdi. Rayon sənayesinin əsasını yerli xammal əsasında çalışan yüngül və yeyinti sənayesi təşkil edirdi. Yeyinti sənayesinin əsas məhsulları. Meyvə tərəvəz konservləri hardadır? Xaçmaz inzibati rayonunda, Xaçmaz Xudat şəhərləri və Qubada. Meyvə şirəsi, şərab, süd və digər yeyinti məhsulları istehsal edirdi. Taxıl məhsulları kombinatı iki yerdədir. Xaçmaz və Şabranda, Karmen un zavodu da burada yerləşir. Balıq emalı müəssisələri əsasən Xaçmazda yerləşən Xudat şəhərində fəaliyyət göstərirdi. Yüngül sənayedə xalçaçılıq, Quba, Qusar ərazisindəki Qonaqkənd, Xaçmazlı və Qusarda və kiçik tikiş müəssisələri ilə təmsil olunurdu. Yoldaşlar, ağır sənaye əsasən Siyəzəndə neft-qaz hasilatı mədənləri, Qubada elektrotexnika zavodu, Xaçmazda qara metalların emalı, təkrar emalı zavodu fəaliyyət göstərirdi. Təkrarlayaq. Siyəzəndə olacaq neft-qaz hasilatı mədənləri, yoldaşlar, Qubada elektrotexnika zavodu, Xaçmazda isə qara metalların qırıntı emalı müəssisələri fəaliyyət göstərirdi. Quba, Siyəzən və Xaçmazda kərpic zavodları və tara müəssisələri, mexaniki emal, oduncağın mexaniki emalı müəssisələri fəaliyyət göstərir. Rayonun xarici nəqliyyat iqtisadi əlaqələrində əsas rolu oynayırdı dəmir yolu və bir də avtomobil yolu. Bakı, Dərbənd və ya Rostov dəmir yolu, eyni ilə də avtomobil yolu mövcud idi. Boru kəmər magistralı baxımından Bakı Novorosiysk neft kəməri rayon ərazisindən keçirdi. Telekommunikasiya xətləri mühim rol oynayırdı. İqtisadi rayonun iri şəhərləri Xaçmaz, əhali sayı 22,7 min nəfər və Quba 37,5 min nəfər hesab olunur. Yoldaşlar, burada məskunlaşan əhalinin bir çoxu sosial mədəni tələbatını, yəni belə deyim, ödənilməsində bu şəhərlərin infrastrukturu xüsusi rol oynayırdı. Yoldaşlar, gəlir Dağlıq Şirvan İqtisadi Coğrafi rayonu. Sahəsi 6,6 min kvadrat kilometrdir. Əhalisi 281,2 min nəfər. Tərkibinə Qobustan, Şamaxı, İsmayıllı və Ağsu inzibati rayonları aid olacaqdır. Qədim və zəngin tarixə malik bu iqtisadi coğrafi rayon Böyük Qafqazın cənub yamacında yerləşir. Abşeron iqtisadi coğrafi rayonuna həmsərhəd olması, həmçinin qərb istiqamətində gedən qərb rayonları, Bakı birləşən avtomobil yollarının buradan keçməsi iqtisadi coğrafi mövqeyin əlverişli cəhəti idi. Əlverişsiz cəhəti isə heç bir xarici dövlətə çıxışının olmaması idi. Relyefi əsasən dağlıq idi. Qismən Ağsu və İsmayıllının cənub hissələri düzənliyə çıxırdı. Qobustan isə alçaq dağlıqdan ibarət idi. İqlimi çox müxtəlif idi. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən mülayim isti, yağıntıları bərabər paylayan mülayim isti, bütün fəslər bol yağıntılı, soyuq iqlim bir qismi burada mövcud idi. Yoldaşlar, bundan əlavə biz qeyd edəcəyik ki, qismən düzənliyə malik olan əraziləri Qobustan və Ağsu iqlimi isti və quraq idi. Ona görə də suvarma tələb olunurdu Qobustan və Ağsu inzibati rayonlarında. Qalan əraziləri İsmayıllı və Şamaxı isə dəmiyə şəraitində əkinçiliyə, yəni suvarılmadan olan əkinçiliyə imkan verir. Təbii ehtiyatlar baxımından burada yanar şist əsas etibarilə Qobustanda, tikinti materialları bütün inzibati rayonlarında, isti mineral sulardan biz İsmayıllıda və Şamaxıda deyə bilərik. Ərazinin 8%-ə qədəri meşələrlə örtülüdür. Bunun meşələri Quba Xaçmazla müqayisədə azdır. Quba Xaçmazda meşələr 10-11% idi. Ən az isə üçündən Abşerondadır. Dağlıq zonalarda müalicə və kurort əhəmiyyətli mineral sular belə deyim, zəngin hesab olunurdu. Ərazi nisbətən zəif məskunlaşmışdı. Və bu bölgədə bilirik ki, 1 kvadrat kilometrə əsasən 47 nəfərə yaxın əhali düşürdü. Kənd əhalisi üstünlük təşkil edirdi, 72%. Belə çıxır ki, urbanizasiya cəmi 28%. Deməli, baxın, urbanizasiyası Quba Xaçmazdan daha da geridə qaldı. İqtisadi coğrafi rayonda kənd təsərrüfatı baxımından üzümçülük, əsasən dəmiyə şəraitində, üzümçülüklə bağlı olaraq şərabçılıq, xüsusən də koqor və mədrəsə tipli, taxılçılıq, heyvandarlıq rayonu hesab olunurdu. Taxılçılıq və üzümçülük bu iqtisadi coğrafi rayonda əsasən dəmiyə, yəni suvarılmadan inkişaf elətdirilir. Rayonda kartofçuluq, bostan və tərəvətçilik yerli istehlak, yəni əhalinin öz tələbatını ödəmək üçün istehsal olunurdu. Ağsu rayonu cənuba doğru, Küləraza doğru uzandığı üçün düzən bölgələrində
pambıq əkinləri mövcud idi. Qoyunçuluq, maldarlıq və quşçuluq, həmçinin dağlıq vilayətlərin çəmənliklərində, subarkad çəmənliklərində arıçılıq sahələri inkişaf elətdirilmişdir. Zəif inkişaf etmiş sənaye, yerli xammala əsaslanan yeyinti və yüngül sənaye idi. Abşerondan fərqli olaraq Quba, Xaçmaz və Dağlıq Şirvanda yeyinti və yüngül sənaye sahələri fərqləndirilirdi. Tikinti materialları istehsalına görə fərqlənən iqtisadi coğrafi rayonumuzda hesab olunur. Yeyinti sənayesinin əsas məhsullarına şərabçılıq, Şamaxıda dedik, mədrəsə və kogor, yağ, pendir maldarlıqdan alınırdı və çörək zavodları müəssisələri hesab olunurdu. Ağır sənaye sahələrindən bura meşə və ağac emalı İsmayıllı rayonunda, daş karxanaları, bir neçə asfalt və kərpic zavodu isə müvafiq olaraq Şamaxı və Qobustanda fəaliyyət göstərir. Yoldaşlar, burada son dövrlərdə Şamaxıda bilirsiniz, televizor və avtomobil zavodları işə düşmüşdür. Bu bölgə tarixən həm sənətkarlıq, həm də toxuculuq mərkəzləri hesab olunurdu. Lahıc, İsmayıllının Lahıc qəsəbəsi, belə deyək, özünün miskərlik məmulatları ilə məşhur idi. Sənətkarlıq burada güclü inkişaf eləmişdi. Rayonun əksər kəndlərində toxunan xalçaların xüsusi adı var idi. Şirvan və Sumaq tipli xalçalar. Burada İsmayıllıda Baskal və Şamaxıda ipək kalağaylar istehsal olunurdu. Bakı-Qazax avtomobil yolu rayonun iqtisadiyyatına böyük rol oynayırdı, xüsusən də cənubundan keçdiyi üçün. Ən iri şəhəri Şamaxı hesab olunurdu. Əhalisi 30 min nəfərdən çox. Şəhərdə qədim tarixi abidələr və digər qalalar qalmamışdı. Bunun səbəbi burada ardıcıl baş verən zəlzələlər hesab olunurdu. Hal-hazırda rayonun sosial, yəni əhaliyə xidmət edən infrastrukturunu nəzər yetirsək, burada orta ixtisas təhsili məktəbləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti və özəl universitetlərdən Odlar Yurdu Universitetinin Şamaxı filialları, mədəni maarif və digər, belə deyək, ocaqlar və teatr və muzeylər fəaliyyət göstərir. İsmayıllı rayonu. Lahıc qəsəbəsi memarlıq baxımından respublikamızda əsas diqqəti cəlb edirdi və muzey qoruq elan edilmişdir. Bu bölgələrdə turizm və sağlamlıq müəssisələrinə baxdıqda Dədə Günəş, Çuxur Yurd və Mədrəsə turizm kompleksləri mövcud idi. Şamaxıdan 22 kilometr aralıqda, siz bunu bilirsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının Pirqulu Astrofizika rəsədxanası, yəni kosmosa pəncərəsi yerləşirdi. Aydın oldu Dağlıq Şirvan. Gəlirik Şəki-Zaqatala iqtisadi coğrafi rayonumuza. Sahəsi 8,8 min kvadrat kilometrdir. Tərkibinə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən inzibati rayonlara aiddir. Respublika tabeli bir dənə şəhəri var, o da Şəki şəhəridir. Bunlardan Qəbələ, Oğuz, Şəki yalnız Rusiya ilə, Qax, Zaqatala, Balakən isə həm Rusiya, həm də Gürcüstan sərhədində yerləşirdi. İqtisadi coğrafi rayon Böyük Qafqazın cənub yamacındaydı. Gürcüstan və Rusiya, Dağıstan Muxtar Respublikası ilə həmsərhəd hesab olunurdu. Ərazinin yüksəklik fərqi 100 metrdən başlayaraq Bazardüzü 4466 metrə qədər uzanırdı. Və bu da relyefin mürəkkəbliyinə səbəb olurdu. Qanıq Əyrikçay bazisi, bəzən buna Qanıq Əftaran və ya Alazan Əftaran da deyirlər. Və dağətəyi ərazilərdə kənd təsərrüfatı üçün əlverişli bölgələr çox geniş yayılmışdı. Əhali düzən bölgələrdə sıx, dağlıq bölgələrdə seyrək məskunlaşmışdı. Cənub hissədə qışı quraq keçən mülayim isti, dağlara doğru yağıntıları bərabər paylanan mülayim isti, bütün fəsillərdə bol yağıntılı soyuq, zirvələrdə isə dağ tundra iqlimi fərqlənir. Mülayim iqlim şəraiti, bol su ehtiyatları, həmçinin normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, yay və qış otlaqları həm əkinçiliyə, həm də heyvandarlığın inkişafına şərait yaradırdı. Tez-tez baş verən sellər, söhbət Kişçay, Şinçay kimi, Böyük Qobu kimi çaylarda baş verən sellər təsərrüfata ciddi ziyan vururdu. Təbii ehtiyatlarla nisbətən yaxşı təmin olunmuşdu bu iqtisadi coğrafiyada. Ərazinin 27% meşə idi. Yəni, Böyük Qafqaz coğrafi rayonunda Şəki-Zaqatala daha çox, belə deyək, meşə ehtiyatları ilə təmin olunmuş hesab olunurdu. Meşə ehtiyatlarının azalması belə olurdu. Şəki-Zaqatala, Quba, Xaçmaz, Dağlıq Şirvan, Abşeron. İndi, qiymətli ağac növlərindən burada palıd, fıstıq, vələs, bir də yoldaşlar qərzəxli meyvələrin yetişdiyi qoz və şabal ağacları hesab olunurdu. Bu ağaclar oduncaq tədarükü, mexaniki emala xüsusi xidmət göstərir. Rayonun əsas faydalı qazıntısı Balakən və Zaqatalada yerləşən
polimetal filiz yataqları idi. Bunlara mazımçay, katexçay, kastaq və filizçay mədənləri aid edilir. Əlavə olaraq biz qeyd edəcəyik ki, Respublikamızda mis ehtiyatının çoxu, kükürt kolçedanının 90%, qurğuşun və sinkin isə 99% bu iqtisadi coğrafi rayondadır. Qurğuşun və sink. Rayonda mineral sular, qum, çınqıl və digər tikinti materialları xammalı mövcud idi. Əhalinin 73%-ə qədər yoldaşlar kənddə yaşayırdı. Belə çıxır ki, 27%-ə qədəri hardaydı? Şəhərlər. O zaman urbanizasiyası zəif hesab olunurdu. Urbanizasiya səviyyəsinin azalması belə oldu. Abşeron, Quba Xaçmaz, ondan sonra gəlir Şəki-Zaqatala, ən az urbanizasiyalarda Dağlıq Şirvanda. Bu Böyük Qafqaz coğrafi vilayətindəki urbanizasiyanın azalma ardıcılığı idi. Sıxlıq baxımından ən çox sıxlıq oldu. Təbii ki, Abşeronda 1 kvadrat kilometr 400 nəfərin üzərində. Ondan sonra gəldik Quba Xaçmaz 71 nəfər, sonra gələcək Şəki-Zaqatala. Bu rəqəm olacaq 64 nəfər və Dağlıq Şirvanda. Bu rəqəm 1 kvadrat kilometr 47 nəfər hesab olunur. Əhalinin milli tərkibi müxtəlif idi. Burada türk mənşəli Azərbaycanlılarla yanaşı avarlar Balakan və Zaqatalada, ləzgilər Zaqatalada, gürcülər Qax rayonunda, saxurlar Zaqatalada, həmçinin yoldaşlar Qəbələdə udinlərə rast gəlinəcəkdir. Kənd təsərrüfatının aparıcı sahəsi bölgədə tütünçülük, baramaçılıq, qərzəxli adlandırılan qoz fındıq şabalıd, taxıl, həmçinin heyvandarlıq baxımından dağlıq ölkələr, ərazilərdə subarb alt çəmənlikə qoyunçuluq, düzən bölgələrdə südlük istiqamətli camışçılıq hesab olunur. Rayonda həmçinin az miqdarda qızıl gül əkilirdi Zaqatalada. Həmçinin çay, yenə Balakan Zaqatalada, nanə və çəltik, Lənkəran Astaraya oxşuyurdu. İkinci rütubətli subtropik iqtisadi rayonumuz hesab olunurdu. Sənaye yerli xammalla əsaslanan yeyinti və yüngül sənaye sahələrindən ibarət idi. Bu sahələrin belə deyim, iqtisadi rayonun sənaye məhsullarının 95%-ni verirdi. Yeyinti sənayesinin əsas məhsulları nə verir? Şərab istehsalı, bura, Şəki və Qəbələ zavodları aid idi. Meyvə tərəvəz konservləri Şəkidə, Nic, Qəbələ, Balakan və Oğuzda idi. Fındıq təmizləmə zavodları və çay istehsalı Zaqatalada, ət və süd məhsulları kombinatı Şəkidə, qızılgül yağı istehsal edən zavod Zaqatalada, tütünçülük sahəsində tütün fermentləmə zavodları isə əsasən Qəbələ, Şəki, Zaqatala və Balakanda fəaliyyət göstərirdi. Yüngül sənaye, burada ipək parça istehsalı Şəki ipək açıq səhmdar cəmiyyətində, yəni ipək kombinatında həm yerli, həm də ithal olunan xammal əsasında barama atmadan son məhsul istehsalına qədər, yəni ipək istehsalına qədər bütün sahəni əhatə edirdi. Yoldaşlar, bu sahə Respublikada ən iri sənaye müəssisəsi idi bu sahə üzrə. Balakanda fəaliyyət göstərirdi Tara müəssisəsi, mexanika emalı, meşə sənayesinin. Zaqatalada fəaliyyət göstərdi mebel fabriki və kərpic zavodları. Əsasən yerli istehlak xarakterli idi. Filizçay polimetal filiz yatağının istismara verilməsi rayonun iqtisadi inkişafına böyük təkan verə bilərdi. Potensial ehtiyatdır. Hal-hazırda istifadə olunmurdu. Vaxt bitsə hamı tez bir zamanda qoşulsun. Aydın oldu mu? Bundan əlavə biz qeyd edəcəyik ki, 1980-ci illərin ikinci yarısında istifadəyə verildi Yevlax-Balakan dəmir yol xətti. Həmçinin avtomobil yolları həm rayon daxili, həm də xarici iqtisadi əlaqələrdə mühüm rol oynayırdı. İqtisadi rayonun ən iri şəhəri olacaq Şəki şəhəri, 62,5 min nəfər. O qədim memarlıq abidələrinə görə, yəni Xan Sarayına, İsfahan, Təbriz və Ləzgi karvansalarına sahib hesab olunurdu. Bu da oldu bizim Şəki-Zaqatala iqtisadi coğrafi rayonumuz, yəni Böyük Qafqaz təbii vilayəti. Deməli, gəlirik növbəti, yəni Kiçik Qafqaz təbii coğrafi rayonuna. Yoldaşlar, Kiçik Qafqaz təbii coğrafi rayonunun tərkibinə müvafiq olaraq Gəncə-Qazax, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi coğrafi rayonlara aiddir. Gürcüstan sərhəddi və Ermənistan sərhəddi, cənubdan da İranla sərhəd hesab olunur. Respublika ərazisinin 28%, əhalisinin isə 23%-ə qədəri burada cəmləşmişdir. Vaxtilə Azərbaycan torpaqları olan bilirsiniz ki, Zəngəzur, həmçinin Göyçə, Dilican, ermənilərdə də hal-hazır, Şəmsəddin, Gümrü, Sovet hakimiyyəti illərində hara verildi? Ermənistana verildi. İndi bilirik ki, Kiçik Qafqazın xeyli hissəsi ermənilər tərəfindən işğal altındadır. Bura Kəlbəcər-Laçın iqtisadi rayonu, Kəlbəcər-Laçın Qubadlı Zəngilan bütövlükdə, Tərtər, deməli, Ağdam və Füzuli rayonlarının bir qismi istisna olmaqla Yuxarı Qarabağ iqtisadi coğrafi rayonları bir hissəsi hal-hazırda işğal altındadır.
Kiçik Qafqazın təbii resursları, zəngin dəmir filizi, Daşkəsən inzibati rayonu daxilində Hamamçay, Daşkəsən, Cənubi Daşkəsən və Dəmiroğlu mədənləri. Həmçinin yoldaşı aluminit, yenə Daşkəsəndə zəylik aluminit dağ mədəni Çindən sonra ikinci idi. Qızıl, Gədəbəydə Qoşa, Kəlbəzərdə Zod və Qızılbulaq, Zəngilanda Vecnəli, həmçinin bu oldu qızıl mədənləri. Gəldik xromit, Kəlbəzərdə ipək, Kəlbəzərdə Göydərə, Laçında ipək mədənlərində. Mis, Gədəbəydə Qaradağ mis zavodu. Molibden, bentonit gili, Qazax rayonunun Daşsalahlı kəndində. Mərmər, Daşkəsəndə bilirsiniz ki, və bir də Füzuli, Cəbrayıl rayonlarında, Yuxarı Qarabağda. Həmçinin biz qeyd edəcəyik ki, tikinti materialları və mineral sular mövcud idi. Dağlıq ərazilərin çaylarında hidroenerji ehtiyatlarına malik olduğu üçün əsasən SES-lər tikilmiş. Məsələn, Tərtər çay üzərində Sərsəng, Gəncə Qazaxda Kürd çay üzərində Şəmkir, Yenikənd su elektrik stansiyaları. Zəngin meşələri var idi və əlverişli iqlim şəraiti istirahət və sağlamlıq imkanlarını artırır. Torpaq iqlim şəraiti, söhbət nədən gedir yoldaşlar? Gəncə Qazax və Qarabağ düzlərində suvarma xarakterli, düzən və dağ suvarma əkinçiliyi və qış otlaqları, orta dağlıqda isə Gədəbəy Şəmkirin qara torpaqlarında dəmiyə əkinçiliyi, yüksək dağlıq Murovdağın və Qarabağ vulkanik yerləşən subalp alp çəmənliklərində isə yay otlaqları və arıçılıq kimi sahələr inkişaf etmişdir. Coğrafi rayon Azərbaycan xalqının dediyi ən qədim məskunlaşmış rayonlarından biri hesab olunur. Füzuli rayonunda Quruçay vadisində bilirsiniz Azıq mağarası, Qazaxda Damcılı və Daşsalahlı mağaraları. Hazırda coğrafi rayonun erməni təcavüzü əlaqədar olaraq əhalisi azalmış və məskunlaşma qeyri-bərabər olmuşdur. Xüsusən də Azərbaycanda məcburi miqrasiya, Kəlbəcər, Laçın və Yuxarı Qarabağdan Gəncə Qazax, Aran, Lənkəran Astara, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba Xaçmaz və Abşeron, Naxçıvan istiqamətində baş vermişdir. Gəncə Qazax iqtisadi coğrafi rayonu. Sahəsi 12,5 min kvadrat kilometr, əhalisi 1.172.200 nəfərə yaxın idi. Respublika tabeli 2 şəhəri var, Gəncə və Naftalan şəhərləri. İnzibati rayonları Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonlarından ibarət. Rayon Respublikanın qərbində, Kiçik Qafqazın şimal yamacında yerləşir. Gəncə Qazax düzü, Ceyran çöldə həmin iqtisadi coğrafi rayonun tərkibinə aid. İqtisadi coğrafi mövqeyinin əlverişli cəhəti Gürcüstan və Ermənistanla qonşulu mövqeyidir. İqtisadi əhəmiyyətinə görə Abşerondan sonra ikinci yeri tutur və Azərbaycan sənaye məhsullarının xeyli hissəsi burada istehsal olunur. Yoldaşlar, qədim Tovuz rayonunda, qədim Xunan düzündə Hunlar məskunlaşdığı üçün düzün adı Xunan düzü adlanmışdır. Relyefin mürəkkəbliyinə görə ərazinin mənimsənilməsi baxımından 5 zona ayırmaq olar. Bunlardan birincisi Ceyran çölü. Bilirsiniz, Bedlenlərdir. Bura əsasən qış otlaqlarıdır. Gəncə Qazax tərkibindəki Xunan maili düzənliyi suvarma tələb edən əkin sahələrinə ibarətdir. Dağətəyi zona, əkinçilik və heyvandarlıq, orta dağlıq zona, dəmiyə əkinçiliyi, yüksək dağlıq zona, 5-ci zonası isə yay otlaqları və heyvandarlıq şəraitinə malik idi. Faydalı qazıntıları baxımından Azərbaycan Uralı Respublikanın metallurgiya xammal bazasını təşkil edirdi. Burada zəngin dəmir Daşkəsəndə, Qoşqarçay vadisi çayı dərəsində, Daşkəsən, Cənubi Daşkəsən, Hamamçay və Dəmiroğlu mədənlərində, aluminit yenə Daşkəsəndə zəylik aluminit dağ mədənində, qara metallurgiyada istifadə olunan qəlib düzəldilməsində əsasən Qazax rayonunun Daşsalahlı da mühüm rol oynayırdı. Seolit gili Tovuzda, Ağdağ Seolit zavodunda, neft ehtiyatı, yoldaşlar buna biz xüsusi olaraq baxacaq. Ceyran çöldə perspektiv idi, Goranboyda isə yanmayan neft, müalicə nefti, Naftalan şəhəri yaxınlığındaydı. Ona görə də burada kurort sanatoriya fəaliyyət göstərirdi. Bundan əlavə, sement xammalı Ağstafa və Şəmkirdə, Qazax və Şəmkirdə, Kürd çayının rayon ərazisi axan hissəsində isə hidroenerji ehtiyatı bol olduğu üçün Şəmkir və Yenikənd su elektrik stansiyaları mövcuddur. Əhalinin yerli təbii artım hesabına əsasən çoxalması baş verirdi. Sıxlıq 1 kvadrat kilometrdə 95 nəfər idi. Burada sıxlıq Abşerondan geri qalsa da, Böyük Qafqazın digər iqtisadi coğrafi rayonlarından çox hesab olunurdu. Əhalinin 47% şəhərlərdə idi. Yəni, Abşerondan sonra urbanizasiyalaşmanın ən çox olduğu yer Gəncə Qazax iqtisadi rayonu idi.
Əmək ehtiyatları bol idi. İşsizlik problemi isə iqtisadi coğrafiyanın mövzusu hesab olunurdu. Qərbi Azərbaycandan qovulanların xeyli hissəsi burada məskunlaşmışdı. Gəncə Daşkəsən sənaye qovşağı daxilində, Gəncə və Daşkəsən sənaye qovşağı daxilində qara və əlvan metallurgiya xam mallarının hasilatı, onların ilkin emalı müəssisələri və digər yerlərdə isə yüngül və yeyinti sənaye sahələri inkişaf eləmişdi. Digər iqtisadi rayonlarda olduğu kimi. Daşkəsən dəmir filizi saflaşdırıldıqdan sonra Gürcüstana göndərilirdi. SSR-in tərkibinə ayrıldığımız zaman artıq özündə, ölkəmizin daxilində tam silsiləli polad əritmə zavodu inşa edildi Gəncə şəhərində. Zəylik almiti əsasında Gəncə Gil Torpaq Zavodunda zəy, opal, kükürt, alüminium oksidi istehsal olunurdu. İstehsal olunmuş alüminium oksidi Bakı-Tbilisi xətti ilə, dəmir yol xətti ilə Sumqayıta gətirilirdi və ondan saf alüminium əldə olunurdu. İqtisadi coğrafiyanın həmçinin maşın qayırma, cihaz qayırma, avtomobil təmiri və rabitə avadanlığı, elektroenergetika, elektrik enerjisi istehsalı, kənd təsərrüfatı texnikasının təmiri Şəmkir və Zəyəmdə, həmçinin mexaniki zavodlar fəaliyyət göstərirdi meşə sənayesində. Rayonda bizli bilir ki, yüngül sənaye əsasən pambıq və yun parçaya əsaslanırdı. Pambıq parça zavodu Gəncə şəhərində fəaliyyət göstərirdi. Trikotaj məmulatı satış üçün hazır olan yüngül sənaye məhsulu hesab olunurdu və xalçaçılıq bir Gəncədə, bir də Qazaxda zili, deməli, xalça fabriki fəaliyyət göstərirdi. Pambıq təmizləmə əsasən Gəncədə, sini saxsı qablar zavodları da Gəncədə mövcud idi. Yeyinti sənayesində meyvə tərəvəz konservi, şərab, yağ və piy istehsalı, ət süd məhsulları, un ütmə və qənnədi məmulatları, tikinti materiallarından ev tikmək üçün dəmir beton konstruksiyalar, kərpic keramika və mərmər sənayesi inkişaf eləmişdi. Söhbət Daşkəsəndən gedir. Gəncə Qazax iqtisadi rayonunu respublikada həm də mühüm kənd təsərrüfatı rayonu adlandırmaq olar. Kənd təsərrüfatı məhsullarının 20%-i Gəncə Qazaxın payına düşür. Bitkiçilik heyvandarlığa nisbətən daha çoxdur. Çünki düzən ərazilərdə aqroiqlim şəraiti daha əlverişli hesab olunur. Yoldaşlar, bundan əlavə deyəcəyik ki, iqtisadi coğrafi rayonun tərkibində müvafiq olaraq kənd təsərrüfatının üzümçülük 30%-ni verirdi. Bunlar əsasən düzən ərazilərdə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samuqda suvarma xarakterli. Kartofçuluq 85%-ni verirdi. Bunlar əsasən dağlıq ərazidə Gədəbəy, Daşkəsən, Şəmkir və Tovuzda, taxılçılıq Goranboyda, bostançılıq, tərəvətçilik, pambıqçılıq Goranboyun düzən rayonlarında və Gədəbəy, Daşkəsən və Goranboyun, Murovdağın subalp artsa mənliklərində isə xüsusən də yay otlaqlarında qoyunçuluq sahəsi inkişaf elətdirilmişdi. Bu, təbii yem bazasına əsaslanır. Kartofçuluq və əsasən dəmiyə, üzümçülük isə suvarma xarakterli hesab olunur. Ərazisindən Bakı-Tbilisi dəmir yol xətti, həmçinin avtomobil yolları, bunlar Qazax, deməli, Qazax-Tbilisi, Ağstafa, Rustavi istiqamətli, beynəlxalq əhəmiyyətli avtomobil magistralları mövcud idi. Dağlıq ərazilərdə yeganə nəqliyyat növü avtomobil nəqliyyatı hesab olunur. Əlverişli təbii şərait, müalicə əhəmiyyətli mineral sular və beynəlxalq əhəmiyyətli istirahət müalicə zonalarının yaranmasına imkan vermişdir. Burada Göygöl və Hacıkənd istirahət zonaları, bir də Naftalanda müalicə neft əsasında fəaliyyət göstərən dünyada yeganə neft müalicə sanatoriyası idi Naftalan. Gəncə Qazax iqtisadi rayonunda Gəncə Daşkəsən ərazi istehsal kompleksi formalaşmışdır. Rayonun ən iri şəhərləri, Respublikanın ikinci böyük şəhəri və sənaye elm mərkəzi hesab olunurdu Gəncə şəhəri. Şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının filialı, elmi tədqiqat müəssisələri, Kənd Təsərrüfatı Akademiyası, Texnologiya Universiteti və bir də Dövlət Pedaqoji Universitetinin filialı fəaliyyət göstərilirdi. Burada kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial mədəni infrastruktur obyektləri mövcud idi. Digər iri şəhəri isə yoldaşlar iqtisadi coğrafiyanın Qazax şəhəri idi. Şəhərdə yerli xammal əsasında yüngül və yeyinti sənaye müəssisələri fəaliyyət göstərirdi. Azərbaycanlıların maarifləndirilməsində böyük rol oynayan Gürcüstanda Qori müəllimlər seminariyasının Qazaxda maarif mərkəzi kimi tanınmasına səbəb olmuşdu, yəni filialı mövcud idi. Hazırda burada biz qeyd edirik ki, Gəncə Kənd Təsərrüfatı Akademiyasının filialı və bir çox texnikumlar, həmçinin orta məktəb, kitabxana və muzeylər mövcuddur. Deməli, iki əsas şəhər oldu, Gəncə və Qazax. Kəlbəcər Laçın iqtisadi coğrafi rayonu. Gəlin nəzər yetirək Kəlbəcər Laçına. Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonlarından ibarət oldu. Respublika tabiri şəhəri mövcud deyil. Sahəsi 6,6 min kvadrat kilometr, əhalisi 227.300 min nəfərə yaxındır. Ən az əhaliyə malik olan iqtisadi coğrafi rayon.
Rayon Kiçik Qafqazın cənub-qərbində Ermənistan və İranla sərhəddə yerləşir, görürsünüz. Zəngilan rayonu. Kəlbəcər, Laçın, Qubadlı yalnız Ermənistan, Zəngilan həm Ermənistan, həm İranla sərhəddir. Respublikamızın əsas hissəsi ilə əlaqələrinin zəif olması onun sosial-iqtisadi inkişafına mənfi təsir göstərmişdir. Yoldaşlar, müasir dövrdə Ermənistanın Azərbaycana olan təcavüzü nəticəsində hal-hazırda bu torpaqlar tamamilə işğal altındadır. Bu problemin kökündə Ermənistanın Dağlıq Qarabağa iddialı olması dururdu. Biz qeyd elədik ki, məhz Laçın dəhlizinin, yəni baxın bu isə Laçının itirilməsi həm də ətraf rayonların işğal olunmasına səbəb oldu deyəcək. Ermənistanda indiyə qədər bu ərazilər nəzarət altına ala bilmədiyi üçün bu hissədə Zəngilan rayonunda, yəni İranla Ermənistan sərhədində artıq qaçaqmalçılıq, xüsusən də silah qaçaqmalçılığı, narkotik qaçaqmalçılığı həyata keçirilir. Əlverişli və rəngarəng təbii şərait, zəngin ehtiyatlar və bol günəş istiliyi və yaxşı su təminatı qiymətli belə deyim və müxtəlif növ mineral xammalların mövcudluğu təsərrüfatın inkişafına xeyli imkan verirdi. Təbii sərvətlərdən baxdıqda qızıl, Kəlbəcərdə Zod və Qızılbulaq, Zəngilanda Vejnəli. Həmçinin civə yatağı, Kəlbəcərdə Ağyataq, Şorbulaq, Lefçay, Laçında isə Narzanlı və Girgəzçay. Xromit Kəlbəcərdə Göydərə, Laçında ipək, mərmər ehtiyatları, üzlük tikinti daşları, yəni aqlay, həmçinin perlit ehtiyatı, kopal və mineral sular var idi. Perlitdən nədə istifadə olunur? Diqqətlə qulaq asın. Perlit ehtiyatı Kəlbəcərdə olan perlitdən neft-qaz quyularının qazılmasında, sement istehsalında, tikintidə və bir də toxuculuq sənayesində istifadə olunurdu. Yoldaşlar, saf iqlim, əmək ehtiyatları və belə deyim, müxtəlif növ iqlim şəraitinin, saf iqlim şəraiti, əmək ehtiyatlarının bolluğu sənayinin də inkişafına təkan verə bilərdi. Hal-hazırda Kəlbəcər, Laçın rayonlarında kurort turizm zonasını çevirməyə üçün geniş imkanlar var idi. Çünki bilirsiniz, Kəlbəcərdə istisu mineral bulağına rast gəlinirdi. Ərazisi əsasən dağlıq idi, dağlıq Şirvanda olduğu kimi. Dağarası çökəkliklər və yaylalardan ibarət olduğu üçün təsərrüfat sahələrinin yaranması, belə deyim, təsərrüfat sahələrinin yaranmasında iqlim relyef şəraitinin əlverişsizliyi özünü göstərir. Amma biz qeyd edəcəyik ki, bu bölgələrdə, yəni Kəlbəcər, Laçında sırf kənd təsərrüfatı rayonu olmaqla fərqləndirdi. Respublikamızda mühüm heyvandarlıq bölgəsi idi. Xüsusən də qoyunçuluq və maldarlıq. Əsasən nəyə istiqamətlənirdi? Subalp və alp çəmənliklər. Yoldaşlar, meyvəçilik, taxılçılıq, üzümçülük, tütünçülük Zəngilanda və tərəvətçilik əsas sahələr hesab olunurdu. Yeyinti sənayesində bu bölgələrdə yağ, pendir, ət, süd məhsulları, çörək bişirmə, şərabçılıq. Yüngül sənayedə isə tikiş, toxuculuq və xalçaçılıq fərqləndirilirdi. Dağlıq relyeflə əlaqədar olaraq əsas nəqliyyat növü təbii ki, nə olacaq? Avtomobil nəqliyyatı. Bu xətt Mincivan, baxın bu hissədə Ermənistan, Zəngilan, oradan yoldaşlar Qubadlı, Laçın, Laçının Minkəndi. Bundan əlavə Bərdə, Tərtər və bir də qeyd edəcəyik Kəlbəcər və İstisu. Bərdə, Tərtər, Kəlbəcər və Kəlbəcərin ən ucqar kəndi, dağlıq hissəsi İstisu. Rayon ərazisində keçən əsas şose yolları hesab olunurdu. Qeyd edəcəyik, son vaxtlarda, təbii ki, bu Heydər Əliyevin hakimiyyəti dövrünə düşür, Murovdağdan çəkilən Gəncə-Murov yolu, Kəlbəcər yolu çəkilmişdi və bu da rayonun Arazboyu, belə deyim, cənub hissəsindən isə, rayonun cənub hissəsindən Arazboyu düzənliklərindən Ələt-Culfa dəmir yol xətti keçirdi. İşğal olunduqdan sonra artıq bu yol fəaliyyətini dayandırmışdır. Bundan əlavə biz qeyd edəcəyik ki, Bakı, Culfa, Təbriz, Tehran yeganə dəmir yolu olmuşdur rayon ərazisində. Rayonun inkişafı üçün yaradılmış bütün bu təsərrüfat sahələri və nəqliyyat yolları Ermənistan təcavüzü ucbatından dağılmış və son illərdə fəaliyyət göstərmirdi. İqtisadi rayona daxil olan inzibati rayonları erməni işğalı azad olunduqdan sonra onların sosial-iqtisadi inkişafını həyata keçirilməsi planda var idi. Yuxarı Qarabağ. Yuxarı Qarabağ iqtisadi coğrafi rayonu sahəsi 7,24 min kvadrat kilometr ərazini əhatə edir. Tərkibinə Şuşa və Xankəndi Respublika tabeli şəhərləri, həmçinin Tərtər, Ağdam, Şuşa, bundan əlavə biz qeyd edəcəyik Xocalı, Xocavənd, Füzuli və Cəbrayıl və Füzuli inzibati rayonlara aid edilir. Hazırda bölgənin 88%-ə qədəri ermənilər tərəfindən işğal altındadır. Ancaq Tərtər, Ağdam, Füzulinin bir hissəsi ölkəmizdədir.
Ölkə ərazisinin 8,3%, əhalisinin isə 7,4% Yuxarı Qarabağ İqtisadi Coğrafiyanın payına düşürdü. Bu rayon Kiçik Qafqazın cənub-şərqində dağlıq və düzənlikləri əhatə edirdi. Qazax Qarabağ düzənliyi, baxın bu hissədə Qarabağ düzünün bir hissəsi və əsasən dağlıqları, yəni Qarabağ hissəsini təşkil edirdi. 19-cu əsrin əvvəllərində bura kütləvi köçürülən ermənilər rayonda ziddiyyət, zorakılıq, xalqlar arası belə deyim, inamsızlıq, toxumu səhvlər və illər keçdikdə saxta xəritələr düzəldərək özlərini bu torpaqların əsl sahibi kimi aparmağa başladılar. Amma bilirsiniz ki, bu proses 1990-cı ildə daha da kəskinləşdi və münaqişə zamanı Azərbaycan torpaqlarının 20% ermənilər tərəfindən işğal olundu. Əlverişli təbii şərait, müxtəlif təbii ehtiyatlara malik olan bu iqtisadi rayonda Qarabağ silsəsi və ondan ayrılan tirələr əsas yeri tuturdu. Nisbətən iri dağarası çökəkliklərə, bura Xocalı, Umudlu, Qırmızı Bazar və Tuğ çökəklikləri var. Xocalı, Umudlu, Qırmızı Bazar və Tuğ çökəklikləri. Təbii qala sayılan Şuşa yaylası və Daşaltı kanyonu, yenə Şuşada yerləşirdi, öz gözəlliyi ilə seçilirdi. Qarabağ maili düzənliyi və Arazboyu düzənliklərdə isə suvarma əkinçiliyi altında kənd təsərrüfatı inkişaf etdirildi. İqlim və relyefin müxtəlifliyi, dağətəyi zonada suvarma, dağlıq hissədə isə dəmiyə əkinçiliyi şəraitində bağçılığa, heyvandarlığa şərait yaratmışdı. Tərtər çayı üzərində Tərtər və Kəlbəcər inzibati rayonlarının sərhəddində Sərsəng su elektrik stansiyası tikilmişdi və suvarma kanalları çəkilmişdi. Ən mühüm təbii sərvətlər polimetal. Tərtərdə yerləşən Ağdərə inzibati rayonunun daxilində mehmanə, polimetal yatağı, tikinti materiallarından mərmər, porfirit, qum, çınqıl, əhəng daşı və sement xammalları fərqləndirilirdi. Yoldaşlar, meşələr və mineral sulardan Şuşada turşusu və şırlan, meşələrdə olan müxtəlif ağac ehtiyatlarından isə yerli ağac emalı müəssisələrinə xam mal kimi təmin etməyə kifayət edirdi. Amma işğal olunması meşələrin qırılmasına, ağac növlərinin kütləvi şəkildə yandırılmasına səbəb olmuşdur. Kənd təsərrüfatına aparıcı sahə bağçılıq, düzən bölgələrdə, suvarma əkinçiliyində, üzümçülük hər yerdə, həmçinin pambıqçılıq, burada Tərtər və Ağdam inzibati rayonları, yəni düzən hissələrdə, heyvandarlıq, dağlıq ərazilərdə arıçılıq fərqləndirilir. Tut əkinlərinin geniş yayılması Şəki-Zaqatalada olduğu kimi baramaçılığın inkişafına şərait yaratmışdır. Təbii otlaqlar, söhbət subalp alp çəmənlikləri heyvandarlığın belə deyim, bu bütün rayonlarda yayılmasına səbəb olmuşdur. Düzən bölgələrdə qış otlaqları, dağlıq bölgələrdə yay otlaqları geniş yayılmışdır. Sənayinin əsasını yoldaşlar yerli xammal emal edən yüngül və yeyinti, bir də tikinti materialları sənayesi təşkil edirdi. Əksər iqtisadi coğrafi rayonda olduğu kimi. Burada meyvə-tərəvəz konservləri, un üyütmə, çörək bişirmə, yüngül sənaye və pambıq təmizləmə, həmçinin toxuculuq, tikiş, ipək xalçaçılıq, ayaqqabı və gön dəri istehsal edən müəssisələrlə təmsil olunurdu. İqtisadi rayonun əsas nəqliyyat əlaqələri. Bura Horadiz, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, oradan da Tərtər. Bundan əlavə Yevlax, Bərdə, baxın bu hissədə Yevlax, Bərdə, cənuba doğru Kəlbəcər, yəni istiqamətlənir Kəlbəcərə, Bərdə, Ağdam, həmçinin Şuşa, Laçın avtomobil yolları qismən də yoldaşlar burada Yevlax, Ağdam, Xankəndi dəmir yolu vasitəsilə həyata keçirilirdi. Cəbrayıl və Füzuli isə Ələt-Culfa dəmir yolu xətti ilə əlaqələndirilmişdir. Müasir dövrdə hazırda ərazidən keçən Yevlax, Ağdam, Xankəndi, oradan Laçın, Gorus və Naxçıvan, Laçına, oradan Gorusa, Ermənistan, oradan Naxçıvana olan qaz kəməri erməni işğalı altında olduğu üçün fəaliyyət göstərmir. Bir də sizin üçün təkrarlayıram. Yevlax, Ağdam, Xankəndi, Keşdi, Gorus, Laçın, üzr istəyirəm, Laçın, Gorus və Naxçıvan istiqamlı qaz kəməri ermənilər tərəfindən işğal altında olduğu üçün fəaliyyət göstərmir. Ən mühüm şəhərləri Xankəndi, Şuşa və Ağdamdır. 1923-cü ildə şəhər statusu verilmiş Stepanakert adlandırıldıqları Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Ağdam, əlverişli iqtisadi coğrafi mövqeyə malik olmaqla Qarabağın dağlıq və düzənlik hissələrini birləşdirən mühüm avtomobil və dəmir yollarının belə deyim, üzərində yerləşirdi. Hazırda şəhər erməni işğalı tərəfindən dağıdılmışdı. Şuşa, Azərbaycan ən məşhur mədəniyyət mərkəzi idi, turizm zonası idi, həmçinin qala hesab olunurdu. Hazırda bu şəhərdə ermənilər talan etmişdi. Yuxarı Qarabağ erməni işğalından azad olduqdan sonra yenə Kəlbəcər, Laçın kimi onun da sosial iqtisadi inkişafına təkan veriləcəkdi. Bu da oldu bizim yoldaşlar Kiçik Qafqaz
iqtisadi coğrafi rayonumuz. Hal-hazırda sizlərlə 3-cü iqtisadi coğrafi rayonu, yəni belə deyim, Kür-Araz, yəni Aran təbii coğrafi rayonunun Aran iqtisadi coğrafi rayonundan başlayırıq. Sahəsi 21,1 min kvadrat kilometr olan Aran iqtisadi rayonu sahəsinə görə Azərbaycanın ən böyük iqtisadi coğrafi rayonu hesab olunur. Əhalisinin sayı 1.797.300 min nəfərə yaxın qiymətləndirilir və durmadan da artır təbii artım hesabına. Tərkibində Şirvan, Yevlax və Mingəçevir Respublika tabeli şəhərləri, həmçinin Bərdə, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, İmişli, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı, həmçinin Salyan və Neftçala inzibati rayonları aiddir. Sahəsi 24,7%-ə görə Respublikanın ən böyük, əhali sayına görə 20,1%, ikinci, Abşerondan sonra ikinci iqtisadi coğrafi rayonu hesab olunur. Aranın iqtisadi coğrafi mövqeyinin əlverişli cəhətləri əsasən mərkəzi mövqedə yerləşməsi, əksər iqtisadi coğrafi rayonla əlaqəsi olmasıdır. Aranın yalnızca Quba-Xaçmaz, Kəlbəcər-Laçın və Naxçıvanla belə deyim, təbii sərhəddi mövcud deyil. Həmçinin siz bilirsiniz ki, müxtəlif istiqamətlərdə gedən yollar burada keçir. Məsələn, qərb istiqamətində və şimal-cənub istiqamətində gedən yollar və Xəzər dənizinə çıxışının olması onun iqtisadi əlaqələrini gücləndirirdi. Ərazinin yarıdan çoxu, yəni Kür-Araz ovalığının böyük bir hissəsi okean səviyyəsindən aşağıda yerləşən düzənliklər idi. Bura Şirvan, Mil və Qarabağ düzlərinin bir hissəsi, Cənub-Şərqi Şirvan, Muğan və Salyan düzləri isə bütövlükdə okean səviyyəsindən aşağıda hesab olunurdu. Kür və Araz çaylarının əmələ gətirdiyi səthi hamar olan allüvial düzənliklərdən ibarət idi. Yəni, çay çöküntülərindən yaranmışdı. Ərazinin qərbində allüvial çöküntülər, şərqində isə dəniz dalğalarının gətirdiyi abraziyon çöküntülərə rast gəlinirdi. Düzənlik relyefinin olması, geniş torpaq fondunun olması, bol günəş enerjisinin, həmçinin isti və quru iqlimin olması suvarma şəraitində Kür və Araz çaylarından çəkilmiş kanallar hesabına kənd təsərrüfatında istisevan bitkisiliyin inkişafına imkan verirdi. Torpaq ehtiyatlarından geniş istifadə etmək məqsədi ilə magistral kanallar, bunlara Mingəçevir su anbarından Ağsu çayına qədər uzanan yuxarı Şirvan kanalı, Mingəçevir su anbarından İmişlidə Bəhramtəpə su qovşağına qədər uzanan yuxarı Qarabağ kanalları çəkilmişdi. Şirvan, Qarabağ və Mil düzlərinin torpağı suvarılırdı. Burada Füzuli rayonunda yerləşən deməli Mil-Muğan su qovşağından çəkilmiş Baş-Mil kanalı ilə Beyləqan və Ağcabədi torpaqlarının bir qismi, yəni Mil düzü suvarılırdı. Bu hissədə Bəhramtəpə su qovşağından çəkilmiş Baş-Muğan və Əzbəv kanalları ilə İmişli, Biləsuvar inzibati rayonları və Lənkəran-Astaranın, Masallı və Lənkəran inzibati rayonlarının torpaqları suvarılırdı. Suvarmanın geniş tətbiq olunması üçün kanallarla bərabər həmçinin torpaqlarda şoranlıq artdığı üçün kollektor drenajlar çəkilmişdi. Bunlara Baş-Şirvan kollektoru, Şirvan və Cənub-Şərqi Şirvan düzənliyinin şor qurun sularını yuyub axıtmaq məqsədi ilə Baş-Mil-Qarabağ kollektoru, Qarabağ və Mil düzlərinin, Baş-Mil-Muğan kollektoru isə Muğan və Salyan düzlərinin şor qurun sularını yuyaraq Xəzər dənizinə axıdırdı. Kür-Araz ovalığı daxilində istisevan bitkiçilik, yəni söhbət nədən gedir? Pambıqçılıq, suvarma əkinçiliyində, böyümə dövründə rütubət, yetişmə dövründə quru iqlim tələb elədiyi üçün Kür-Arazda ixtisaslaşmışdı. Üzümçülük əsasən yenə Kür boyu ərazilərdə suvarma xarakterli, taxılçılığın əsasən payızlıq sortu, səbəb qışın burada mülayim keçməsi idi. Bostançılıq burada əsasən Sabirabad, Salyan, Saatlı rayonlarında bostan bitkiləri və tərəvətçilik inkişafı genişləndirilirdi. Həddən artıq suvarma qurun sularının səviyyəsini qaldıraraq təkrar şoranlaşmaya səbəb olurdu bu bölgələrdə. Ona görə də ərazidə sıx kollektor və drenaj şəbəkəsi yaratmaqla torpaqların duzdan təmizlənməsi həyata keçirilirdi. Təbii sərvətlərini nəzərə yetirdikdə Aran iqtisadi rayonunda əsasən Salyan və Neftçalada üstünlük təşkil edirdi, neft və qaz. Bu iqtisadi coğrafiyanın tərkibində Muradxanlı və Mollakənd ərazisində mezozoik süxurlarında formalaşmış neft ehtiyatlarını rast gəlinirdi. Bundan əlavə tikinti xam malları, yəni bunlara biz mişar daşı, qum və çınqılı, aqroiqlim ehtiyatları, yəni orta illik temperaturun müsbət 10 selsidən yüksək olduğu bölgələr olduğu üçün kənd təsərrüfatı üçün əlverişli hesab olunurdu. Torpaq resurslarını, ərazi geniş olduğu üçün adam başına daha çox torpaq sahəsi düşürdü.
hidroresursları, olsulu çayların buradan axması, Kür və Arazdan söhbət gedirdi və Tuğay meşələri, Kür sahili boyunca şirin yeraltı suların səthə çıxması ilə intrazonal bir meşə sahəsi, çay boyu Tuğay meşələrinə rast gəlinirdi. Yoldaşlar, burada geniş yayılmış Tuğay meşələri hal-hazırda qırılmışdı, əkin sahələrinə çevrilmişdi. Bu antropogen, yəni insan fəaliyyəti hesabına baş verirdi. Aran iqtisadi rayonu əhalisinin sayına görə biz qeyd elədik ki, Abşerondan sonra ikinci yeri tutur. Təbii artım getdikcə artmaqda davam edir və orta sıxlıq 1 kvadrat kilometrdə 85 nəfərə yaxındır. Azərbaycanda hal-hazırda biz qeyd etdiyimiz iqtisadi coğrafi rayonlardan təbii ki, bu Abşeron iqtisadi rayonunun sıxlığına görə geri qalsa da, digər Şəki-Zaqatala, Qoba, Xaçmaz və Dağlıq Şirvanı üstələyir. Gəncə-Qazan iqtisadi rayonundan isə sıxlığına görə geridə qalırdı. Kənd əhalisi 63% təşkil edirdi. Yəni, kənd əhalisi şəhər əhalisindən çox idi. Belə çıxır ki, burada urbanizasiya cəmi 27%-ə bərabər, 37%-ə bərabər olurdu. Yanacaq energetika sənayesi əsasən yeraltı və yerüstü hidroenerji və günəş enerjisi mənbələrinə əsaslanırdı. Yanacaq energetika sənayesində neft və qaz hasilatı Salyan və Neftçalada, yerüstü hidroenerji resursları isə əlbəttə ki, Kür çayı üzərində tikilmiş Mingəçevir şəhərində Mingəçevir su elektrik stansiyası və Yevlaxda tikilmiş Varvara su elektrik stansiyası adını çəkə bilərdik. Əlavə olaraq biz bura Muradxanlı, Şirvan neft, Salyan neft və Neftçala neft mədənləri rayonunun mərkəzində və cənub-şərqində belə deyim, xam malın hasilatından danışa bilərdik. Respublikada istehsal olunan elektrik enerjisinin, baxın, ölkə ərazisində istehsal olunan elektrik enerjisinin 60% bu rayonun payına düşürdü. Burada Mingəçevirdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, Şirvanda açıq tipli Dövlət Rayon Elektrik Stansiyası gücləri Mingəçevirdə 2,4, Şirvanda 1,2 və hal-hazırda 3,2 milyon kilovat saatlıq enerji verə biləcək Hacıqabulun Navahi kəndi yaxınlığında inşa edilən yeni Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası. Seslər baxımından isə bayağı da qeyd elədik. 360 min kilovat gücə malik olan Mingəçevir, 16,5 min kilovat gücə malik olan Varvara su elektrik stansiyaları mövcuddur. İqtisadi rayonda kimya və maşın qayrılma sənaye müəssisələri mövcuddur. Bunlara Neftçalada əlbəttə ki, neft mədənlərindən çıxan yodlu bromlu suların əsasında yod brom zavodu işləyirdi. Mingəçevirdə yoldaşlar Azərkabel və həmçinin Azər elektroizollit zavodlarında istehsal etdikləri izolyasiya örtükləri, yəni bunlara alüminium misnagillər, müxtəlif kabellər bir sıra ölkələrə biz qeyd elədik ki, ixrac olunur. Bundan əlavə, burada yol maşınları, xəndək qazan, maşınlar istehsalı, həmçinin kənd təsərrüfatı maşınlarının təmiri üçün müəssisələr mövcud idi. Əsasən də Yevlaxda. Tikinti sənayesi baxımından Mingəçevir və Yevlax dəmir beton və tikinti materialları kombinatı ilə təmsil olunurdu. Bir də təkrarlayıram. Mingəçevir və Yevlax dəmir beton və tikinti materialları kombinatları ilə təmsil olunurdu. İqtisadi rayonda yüngül sənaye baxımından sap əyirmə, yəni sap istehsalı Göyçayda, pambıq parça toxuma pambıqçılıqda Mingəçevirdə, yun zavodu, baxın bunu vacib yadda saxlamaq lazımdır, yun zavodu Yevlaxda, süni dəri istehsalı Şirvan şəhərində, xalça və göndəri zavodları fəaliyyət göstərirdi. Pambıq təmizləmə zavodlarının ilkin xammalının emalı isə xammal mənbələri yaxınlığında həyata keçirilirdi. Yeyinti sənayesi. Bu yoldaşlar bir çox sahələrə, bir çox belə deyim, sahələri də fəaliyyət göstərirdi. Məsələn, Mingəçevirdə, baxın bu hissədə Mingəçevir su anbarı yaxınlığında, Banka qəsəbəsində balıq, Kürdəmirdə və Göyçayda, baxın bu hissədə Kürdəmir, həmçinin burada Göyçayda müvafiq olaraq biz qeyd edirik ki, nar, şirəsi, şərab və konyak zavodları, Göyçayda, Ucarda, bir də təbii ki, biz qeyd edəcəyik Sabirabadda, baxın bu hissədə Sabirabad rayonunda, meyvə-tərəvəz konservi müəssisələri, süd, yağ, pendir, un üyütmə və çörək bişirmə və s. fəaliyyət göstərir. Aran iqtisadi rayonun əsas sənaye sahələri rayonun cənub-şərqində Şirvan Salyan və şimal-qərbində Mingəçevir, Yevlax sənaye qovşaqlarında, yəni ərazi istehsal komplekslərində cəmlənmişdir. Rayonda kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslandığı üçün, burada quraq rayonlar olduğu üçün pambıqçılıq, ayaq testdə də var idi bilirsiniz, üzümçülük, həmçinin yem tədarükü və
Əkinçilikdə istifadə olunmayan torpaqlar isə qış otlaqlarına əsaslanan qoyunçuluq üzrə ixtisaslaşmışdır. Qaradovaq qoyunçuluğu xüsusi olaraq fərqlənir. Digər sahələrdən isə quru subtropik meyvəçilik, bura nələr aiddir? Heyva, nar və xurma istehsalı. Həmçinin bostançılıq və tərəvəzçilik, xüsusən Sabirabad, Saatlı və İmişli rayonlarında. Tərəvəzçilik və kartofçuluq suvarma xarakterli inkişaf elətdirilmişdir. Taxılçılıq Aran iqtisadi rayonunda əsaslanırdı payızlıq, belə deyək, taxıllara. Bunun səbəbi, payızlıq olma səbəbi qışın burada mülayim keçməsi idi. Tut əkinləri mövcud idi deyə baramaçılıq, həmçinin südlük istiqamətli olan qamışçılıq və nohur, yəni göl balıqçılığı inkişaf etmişdir. Azərbaycanda istehsal olunan pambığın 90%-dən çoxu, üzümün 20%-ə qədəri, barama istehsalının 60-70%-ə qədəri, ətin və südün 30%-dən çoxu Aran iqtisadi rayonunun payına düşürdü. Siz bilirsiniz ki, son illərdə Respublikamızda geniş yayılmış şəkər çuğunduru əkinləri əsas etibarilə Ağcabədi, Beyləqan rayonlarında İmişli şəkər zavodunun şəkər olan tələbatını ödəmək məqsədi ilə əkilirdi. Şəkər çuğunduru əkinlərinin 58,3%, istehsalının isə 64,8% Aran iqtisadi rayonundaydı. Bununla əlaqədar olaraq ölkəmizdə yerli xammal əsasında işləyən bayaq qeyd elədiyi İmişli şəkər zavodu 2007-ci ildən bu yana fəaliyyət göstərirdi. Rayonda həmçinin Xınagülü və Günəbaxan da əkilirdi. Rayonun nəqliyyat yollarına baxdıqda dəmir yolu və avtomobil yollarının, boru kəmərlərinin sıx şəbəkəsinin yaranmasını aydın görmək olardı. Çünki qərblə şərqin mərkəzində yerləşirdi. Rayonun ərazisindən müvafiq olaraq Kür çayı yerli daşımalara, Neftçaladan Yevlaxa qədər çay gəmisinin inkişafına imkan verirdi. Əlavə olaraq deyəcəyik ki, Yevlax-Bakı hava yolları arasında hava nəqliyyatı fəaliyyət göstərə bilərdi. İri şəhərləri, bura Mingəçevir, Yevlax və Şirvan, bir də Salyan şəhərləri aid idi. Mingəçevir, əhali sayı 96.400 nəfərə yaxındır. Energetika şəhəri hesab olunur. Şəhərdə Mingəçevir su elektrik stansiyası, Azərbaycan Dövlət Rayon elektrik stansiyası, maşın qayırma, kimya, neft kimya, şüşə mahlıc, həmçinin dəmir beton və toxuculuq müəssisələri fəaliyyət göstərir. Xüsusən də pambıq parça istehsalı zavodu. Rayonun infrastrukturuna ümumi təhsil və orta ixtisas məktəbləri, həmçinin ali məktəblərin filialları, mədəni maarif, səhiyyə ocaqları daxil olacaq idi. Yevlax, bu nəqliyyat qovşağı idi. Çünki bir neçə iqtisadi coğrafi rayona buradan yollar ayrılırdı. Şəhərdə yüngül sənayinin xüsusi çəkisi böyük idi. Yun əyilmə burada xüsusi olaraq fərqləndirilmişdi. İri müəssisələrindən yun yuma fabriki 1, pambıq təmizləmə fabriki 2, tütün fermentləmə fabriki 3, pivə zavodları və bir də çörək bişirmə kombinatı fəaliyyət göstərirdi. Yem, belə deyim, sənayesi, heyvandarlıq üçün yem istehsalı xeyli inkişaf etmişdi. Şirvan şəhəri. Yoldaşlar, sənaye və nəqliyyat qovşağı hesab olunurdu. Yanacaq energetika kompleksinin inkişafı 1958-ci ildə burada ilk dəfə Avropada açıq tipli Dövlət Rayon elektrik stansiyasının tikilməsi ilə bağlıdır. Şəhərdə yağ ekstraksiyası, süni dəri, pambıq təmizləmə və neft qaz çıxarma, həmçinin biz qeyd edəcəyik ki, maşın qayırma və s. müəssisələr fəaliyyət göstərirdi. Salyan inzibati rayonu, baxın burada. Mühüm maşın qayırma, kimya, yüngül və yeyinti sənaye mərkəzi hesab olunurdu. Bu oldu bizim Kür Araz, yəni Mərkəzi Aran iqtisadi coğrafi rayonumuz. Növbəti coğrafi rayonumuz Lənkəran coğrafi rayonudur. Yoldaşlar, Lənkəran coğrafi rayonunun tərkibinə Lənkəran-Astara iqtisadi coğrafi rayonu aiddir. Tərkibində Lənkəran Respublika tabiri şəhər, Cəllabad, baxın, Yardımlı, Lerik, Astara və Masallı, bir də Lənkəran inzibati rayonlarına rast gəlinir. Rayon Respublikamızın cənub-şərqində yerləşir. İqtisadi coğrafi mövqeyinin əlverişli cəhəti İranla gördüyünüz kimi həmsərhəd olması və Xəzərlə əhatə olunmasıdır. Rütubətli subtropik iqlimə malikdir. Ovalıq və alçaq dağlığa malik münbit torpaqlarda əsasən təbii şəraitin üstün cəhətlərindən hesab olunurdu. Siz bilirsiniz ki, təbii sərvətlər nisbətən azdır digər iqtisadi rayonlarla. Filiz faydalı qazıntılar burada hələ ki qiymətləndirilməmişdir, yəni mövcud deyil. Əsasən, yerli əhəmiyyətli tikinti materialları, bunlara mişar daşı, çay daşı, qum və gil, sınqıl aiddir.
termal və mineral sular və bir də meşələr geniş yayılmışdı. Gözəl təbii şəraiti, həmçinin müalicə qumlarından ibarət olan dəniz çimərlikləri, müalicə termal və mineral bulaqlar, düzənliklərdə yayılmış düzən meşələri, həmçinin biz qeyd edəcəyik ki, meşə və parkların, oruqların və tarixi mədəni memarlıq abidələri turizmin inkişafına xüsusi xidmət göstərirdi. Hazırda rayonda Lənkəran turist bazasında meşəsu müalicə xanası fəaliyyət göstərirdi Lənkəran inzibati rayonunda. Əhalinin 25%-ə qədəri şəhərlərdə yaşayır. Deməli, 75% əhali kənd əhalisidir. Urbanizasiya səviyyəsi aşağıdır. Sıxlıq isə Abşerondan sonra ikinci yerdədir. Bunun səbəbi əhali çox, sahə isə azdır. 1 kvadrat kilometrə təqribən 135 nəfərdən çox sıxlıq düşürdü. Təbii artım orta respublika göstəricisi ilə müqayisədə yüksək idi. Bunun səbəbi də təbii ki, milli tərkibdə Azərbaycanlılarla yanaşı digər xalqlar, yəni söhbət xalqların müəyyən hissəsinin burada məskunlaşması ilə əlaqədar idi. İşsizliklə bağlı olaraq, deməli, miqrasiya böyükdür. Ən böyük sıxlıq Lənkəran ovalığında 1 kvadrat kilometrə 170-780 nəfər arasında dəyişirdi. Rayonun əhalisi uzun ömürlü hesab olunurdu. Rayon iqtisadiyyatının əsasını aqrar sənaye kompleksi, yəni kənd təsərrüfatı təşkil edirdi. Təbii şəraitə uyğun olaraq kənd təsərrüfatında Lənkəran ovalığında biz deyəcəyik, faraj, yəni tez yetişən tərəvətçilik 60%, çayçılıq, əlbəttə ki, çayın 90%-ə qədərini bura verirdi. Bura Masallı, Lənkəran və Astara inzibati rayonları, yəni Lənkəran ovalığa aiddir, düzən bölgə. Üzümçülük Cəllabad və Lənkəranda, kartofçuluq sadəcə Cəllabadda üstünlük təşkil edirdi. Dağlıq ərazilərdə isə əsasən yardımlı vəlilikdə tütüncülük və heyvandarlıq inkişaf etmişdi. Son illərdə yoldaşlar bu bölgədə Şəki-Zaqatala ilə birgə çəltikçiliyin inkişafına və çəltiyin becərilməsinə başlanılmışdı. Rayon Respublikamızın əsas sitrus meyvəçiliyi rayonuydu. Bunların tərkibinə limon, narinci, portağal, feyxa və dəfnə yarpağı aid olacaqdı. Sahil boyunda, Xəzər sahili bölgələrdə balıq ovlanırdı. Heyvandarlıq bitkiçilikdən sonra ikinci mühim sahə hesab olunurdu. Təbii yem bazası məhdud olmasına baxmayaraq, əhalinin ət və süd məhsullarına olan tələbatını çox sahəli heyvandarlığın inkişaf etdirilməsinə səbəb olmuşdu, əhalinin sıxlığı yəni. Burada iri buynuzlu malqaradan, əsasən zebu-zebuya bənzər maldarlıq, qoyunçuluq, dağlıq ərazilərdə və bir də əhalinin ətə olan tələbatını tez bir zamanda ödəmək məqsədi ilə quşçuluq, broiler təsərrüfatları fəaliyyət göstərirdi. Rayonun sənayesi yerli xammala əsaslanan geyinti, söhbət Lənkəran və Nərimanabadın balıq emalı, Lənkəran, Astara və Masallının çayından, həmçinin Lənkəran və Masallının meyvə, tərəvəz konservi müəssisələrindən, Cəllabad və Lənkəranın şərab, belə deyim, məmulatlarından, Masallının tütün emalı, Lənkəranın süd emalı müəssisələri ilə təmsil olunurdu. Pal Süd şirkəti Lənkərana məxsus idi. Son vaxtlarda yeyinti sənayesinin çox böyük müəssisəsi dedik ki, Pal Süd zavodu istifadəyə verilmişdi. Bakı-Astara dəmir yol xətti. Gəlin baxaq yoldaşlar. Ələt-Culfa dəmir yol xəttinin Hacıqabul rayonunda Osmanlı stansiyasından Astaraya Bakı-Astara dəmir yol avtomobil yolları fəaliyyət göstərirdi. Avtomobil yolu müvafiq olaraq Salyan, Biləsuvar, Cəllabad, Masallı, Lənkəran və Astaradan keçirdi. Hacıqabul Osmanlı stansiyasından Astaraya isə dəmir yol ayrılır. Bu dəmir yol xətti müasir dövrdə İranın dəmir yol xəttləri ilə əlaqələndirilmiş, Azərbaycan, Cənub-Qərbi və Cənub-Şərqi Asiya ölkələri ilə Lənkəran-Astara iqtisadi rayonundan keçən dəmir yol xətti ilə əlaqələnmiş hesab olunurdu. Yoldaşlar, Azərbaycan-İran münasibətlərinin inkişafına təkan verirdi. Çünki burada Cəllabaddan və Astaradan sərhəd keçid məntəqələri fəaliyyət göstərirdi. Xəzər dənizinin səviyyəsinin qalxması ilə bir sıra problemlər yaranırdı. Bunlardan birincisi, torpaqların geniş bir hissəsi su altında qalırdı. Baxın burada, yəni söhbət gedir Xəzər sahili bölgələrdən. Yol və yaşayış məntəqələri dağılırdı. İqtisadi rayonun ən iri şəhəri hesab olunurdu Lənkəran. 50 minin üzərində əhali yaşayırdı. Sənaye, mədəniyyət, mərkəzi və nəqliyyat qovşağı hesab olunurdu. Azərbaycanda biz qeyd elədik ki, ilk çay emalı fabriki 1937-ci ildə, və bunu da xüsusi olaraq mən qeyd edirəm, bu şəhərdə, yəni Lənkəranda istifadəyə verilmişdir. Hazırda Lənkəran çay fabrikləri, meyvə tərəvəz konservi müəssisəsi, balıq konservi müəssisəsi Nərimanabadda, həmçinin yoldaşlar, biz deyəcəyik ki, balıq konservi müəssisələri, mebel fabriki, tikinti sənaye müəssisəsi şəhərin iqtisadi inkişafına mühüm rol oynayırdı.
Şəhərdə Lənkəran Dövlət Universiteti, həmçinin orta ixtisas məktəbləri və dram teatrı, diyarşünaslıq və başqa muzeylər fəaliyyət göstərirdi. Bu oldu bizim Lənkəran İqtisadi Coğrafi rayonumuzun tərkibində Lənkəran Astara İqtisadi Coğrafi rayonu. Gəlirik yoldaşlar sonuncu, yəni İqtisadi Coğrafi rayonumuza. Bura Naxçıvan Coğrafi rayonu tərkibində yerləşən Naxçıvan İqtisadi Coğrafi rayonudur. Tərkibində deməli Muxtar Respublika tabeliyində olan Naxçıvan şəhəri, Culfa və Ordubad Muxtar Respublika tabeli şəhərləri, həmçinin Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonları yerləşir. Bu iki inzibati rayondan, yəni Sədərək və Kəngərlinin mərkəzi şəhərləri öz adları ilə üst-üstə düşmür. Sədərək mərkəz şəhəri Heydərabad, Kəngərli mərkəz şəhəri isə Qıvraq hesab olunur. Dağlıq inzibati rayonu isə Şahbuz inzibati rayonudur ki, o yalnızca Ermənistanla sərhəddə malikdir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının əsas ərazisindən kənarda qalır. Səbəbi artıq onlarla bizim iqtisadi əlaqələrimiz kəsilib, erməni təcavüzü ilə əlaqədar olaraq. Sahəsi 5,5 min kvadrat kilometr, əhali sayı isə 400 min nəfərdən artıq çoxdur. Bura qonşu dövlətlərdən Türkiyə, cənubdan İran, şimaldan isə Ermənistanla sərhəd olub, blokada şəraitindədir. Yəni, hər tərəfdən xarici ölkələrlə əhatələnmişdir. İqtisadi coğrafi mövqeyin əlverişli cəhəti Türkiyə ilə 13 km, İranla 163 km məsafədə sərhəd olmasıdır. Əlverişsiz cəhəti isə düşmənlə sərhəd xəttinin uzunluğunun çox olması ilə əlaqədardır. Biz qeyd elədik ki, 1988-ci ildən bəri Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən vaxtaşırı silahlı hücumlara məruz qalmış, lakin bunun qarşısını əzmlə neyləmişdilər, almışdılar və Kəlbəcər, Laçın və Yuxarı Qarabağdan fərqli olaraq ermənilər bu iqtisadi coğrafiyanı tuta bilməmişdir. Blokada vəziyyətinə düşmüş Naxçıvana enerji verilməsi pozulduğu üçün bu ərazilərdə yeni modul istilik elektrik stansiyaları, Naxçıvanın enerji verilməsində xüsusi xidmətləri var idi. Modul tipli elektrik stansiyaları. Həmçinin bunlarla bərabər Türkiyə və İrandan yanacaq və enerji idxalı, yəni alınması hesabına iqtisadi gərginlik bir qədər zəiflətdi. Sədərək yaxınlığında, baxın bu hissədə, Araz çayı üzərində salınan körpü Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə iqtisadi və ticarət əlaqələrini genişləndi. Körpünün adı Ümid Dilicu körpüsü hesab olunur. Yoldaşlar, hazırda rayonun ərazisində İran ərazisindən keçməklə müvafiq olaraq Horadiz-Culfa istiqamətində Füzulidən Culfaya dəmir və avtomobil yolu, belə deyim, qaz kəmərləri və elektrik xətlərinin çəkilməsi üçün real imkanlar var idi. Lakin ən, belə deyim, vacib məqamlardan biri Azərbaycan, Türkiyə və İranla iqtisadi əməkdaşlığımız Naxçıvanın rolunu artırırdı, yəni Naxçıvan hesabına bu iqtisadi əlaqələri güclənirdi. Amma Ermənistan təbii ki, bu əlaqələri zəifləməsinə, xüsusən də Azərbaycanın əlavə xərc tələb edərək Naxçıvana nəqliyyat yolunun, nəqliyyat vasitəsi kimi digər ölkələrdən hərəkətinə səbəb olmuşdu. İndi biz burada xüsusi olaraq nəyə qeyd edək? Təbii şərait. Bilirsiniz ki, Naxçıvanda iqlim olaraq kəskin kontinental iqlim və mürəkkəb relyef var. Yəni, Dərəlez və Zəngəzur dağları şimaldan gələn rütubətli hava kütlələrinin əraziboyu düzənliklərə daxil olmasına imkan verilir. Və nəticədə kontinentallıqla əlaqədar olaraq bu iqtisadi coğrafi rayonda iqlim şəraiti kənd təsərrüfatı üçün əlverişsiz hesab olunur. Bundan əlavə, biz qeyd elədik ki, Respublikamızın əsas hissəsi ilə iqtisadi əlaqələrin zəifləməsi təsərrüfatın da bütün sahələrin inkişafına mənfi təsir göstərmişdir. Təbii sərvətlər olduqca zəngin idi. Burada Ordubad rayonunda Paraqaçay Diyaqçayda molibden, həmçinin dolomit, mineral sulardan Şahbuzda badamlı, Naxçıvanda Sirab Vayxır, Culfada Darıdağ, polimetal yataqlarından Şərurda Gümüşlü, həmçinin biz burada qeyd edəcəyik Daş-Duz, Babəkdə, Duzdağ mədənində, tikinti materialları, mərmər, xüsusən Şərurda biz buna qara mərməri, travertin Şaxtaxtıda, cips və əhəng daşlarının adını çəkə bilərik. İqtisadi coğrafi rayonda turizm obyektləri kimi istifadə edilə biləcək unikal relyef formaları var. Bunlardan İlandağ, Əsab-ül-Kəhf, Sirab və Nəhəcir ekskluziv günbəzvari olduqca maraqlı formaya malik idilər. Duzdağda təbii ki, duz hasilatı zamanı yaranmış yeraltı boşluqlardan tənəffüs yollarının fizioterapik müalicəsi üçün istifadə olunurdu. Ətrafında kurort, sanatoriya fəaliyyət göstərirdi Duzdağ mədənində. Sənayinin əsasını yeyinti sənaye məhsulları istehsalı təşkil edirdi.
Bu sahə əsasən mineral su doldurma, badamlı sirap bunları biz tanıyırıq, şərabçılıq, həmçinin meyvə tərəvəz konservləri Ordubadda, ət süd məhsulları, buz hasilatı, un yutma və çörək bişirmə ilə təmsil olunurdu. Bu yüngül, belə deyim, yeyinti sənayesi idi. Digər sənaye sahələri isə bura əsasən biz qeyd edəcəyik elektroenergetika, elektrik enerjisi istehsalı, əsasən Araz su qovşağı, yüngül sənaye, bir də hasilat və tikinti sənayesi hesab olunurdu. Rayonun torpaq və aqroiqlim şəraitinin müxtəlifliyi kənd təsərrüfatçılığında çox sahəli olmasına səbəb olmuşdur. Kənd təsərrüfatında əkinçilik süni suvarmaya əsaslanırdı. Naxçıvan arazboyu düzənliklərinin suvarılması üçün yuxarı savxoz kanalı çəkilmişdi. Düzənlik və dağətəyi zonalarında, yəni Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Yayçı, Gülüstan, Zulfa və Ordubad düzlərində, əsasən qərbində, baxın bu hissədə üzümçülük, şərqində isə Ordubada doğru səyirdəkli meyvəçilik, ərik, gavalı və şaftalı fərqləndirilirdi. Orta dağlıqda, qalxırıq artıq yuxarı, Şərur və Şahbuz rayonları daxilində tütünçülük və taxılçılıq, son illərdə isə Xına, Ordubadda, şəkər çuğunduru, Zulfa və Ordubadda, həmçinin də yoldaşlar əkinləri genişlənmişdir. Şəkər çuğundurunun istehsalının, yəni əkilməsinin genişlənmə səbəbi İmişli şəkər zavodunun ona tələbatının çox olması idi. Ordubadda səyirdəkli meyvəçilik əsas yer tuturdu, biz qeyd elədik. Düzən ərazilərdə əsasən ətlik, südlük, maldarlıq, dağlıq ərazilərdə isə ətlik, yunluq, belə deyək, qoyunçuluq. Bunun adı ətlik, yunluq istiqaməti bal-bas qoyunçuluğu hesab olunurdu. Burada Şəki-Zaqatala, Aran, Yuxarı Qarabağda olduğu kimi, yoldaşlar, baramaçılıq, tut əkinləri yayıldığı üçün və eyni ilə subalp alp çəmənliklərində olduğu üçün dağlıq ərazilərdə arıçılıq inkişaf etdirilirdi. Avtomobil yolları yerli və beynəlxalq, həmçinin aviasiya beynəlxalq əhəmiyyət kəsb edirdi. Naxçıvanda beynəlxalq əhəmiyyətli hava limanı fəaliyyət göstərirdi. Naxçıvan sənaye qovşağı Muxtar Respublikada istehsal olunan sənaye məhsullarının 3/2 hissəsini verirdi. Sənaye məhsulları istehsalına görə Azərbaycanda Abşerondan sonra ikinci iqtisadi coğrafi rayon Naxçıvan hesab olunurdu. Rayonun ən iri şəhəri Naxçıvan şəhəri idi. Burada təqribən 75 minin üzərində əhali yaşayırdı. Şəhərdə beynəlxalq hava limanı yerləşirdi və Naxçıvan şəhəri siyasi, iqtisadi və mədəni sənaye müəssisələrinin müxtəlif çeşidli məhsullar istehsal olunurdu. Siz bilirsiniz ki, elektrotexnika və şüşə zavodu, həmçinin burada toxuculuq və trikotaj fabriki və Naxçıvanın mineral su birliyi, tütün fermentləmə zavodu şəhərin əsas sənaye müəssisələri hesab olunurdu. Bir də sizin üçün sayıram. Elektrotexnika, şüşə istehsalı zavodu, həmçinin biz qeyd elədik ki, toxuculuq və trikotaj fabriki, Naxçıvan mineral su doldurma birliyi və tütün fermentləmə zavodları şəhərin əsas sənaye müəssisələri hesab olunurdu. Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının filialı, Pedaqoji Universitetin filialı, orta ixtisas məktəbləri, həmçinin kənd təsərrüfatı texnikumu və tibb və musiqi məktəbləri fəaliyyət göstərirdi. Ordubad şəhəri İqtisadi rayonun ikinci mühüm sənaye və mədəniyyət mərkəzidir. Ordubadda yüngül sənayenin içərisində ipəkçilik, yeyinti sənayesi içərisində isə meyvə, tərəvəz, konservi istehsalı fərqləndirilirdi. Yoldaşlar, şəhərdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi idarəsi, ümumi təhsil və peşə musiqi məktəbləri, mədəni maarif və səhiyyə ocaqları, həmçinin muzey və tarixi abidələr mövcud idi. Bu da oldu Azərbaycanın Naxçıvan iqtisadi coğrafi rayonu. Yoldaşlar,